Biz hal-hazırda gəlib Yekaterinburqa çatdıq. Ay salam aleyküm. Bakıdan gəldik Azərbaycan. Salam aleyküm. Bizim Azərbaycan bayrağımızı görəndə mən ürəyim açılır, çiçəklənir. Mən sənə Azərbaycan bayrağı gətirdim. Biz gəldik Bəhruz müəllimgilə. Mən tez-tez bu evin qonağı oluram çünki Bəhruz dostumdur. Salam Dünya TV. Salam söyləyirəm Əliyabadlılara, ümumi bütün Azərbaycanlılara. Bizim ürəyimiz yanır. 30 ildə əlbəttə özünüz bilirsiniz ki, oranı unutmaq olmur. Bəhruz qardaşımla da mən artıq bir 10 ilə yaxındır ki, biz ondan tanışıq. Şeytandan uzaq olaq, bizim mehribançılığımız ola bilər ki, göz dəysin. Azərbaycan adlı bir dövlət ki var, biz orada yaşayırıq. Hamının nəzəri ora dikilib. Hörmətli televiziya tamaşaçıları, qürbətdən gələn səslər verilişin izləyiciləri, biz hal-hazırda gəlib Yekaterinburqa çatdıq. Elə deyilmi? Elədir. Yekaterinburqda bizi gözləyənlər var, bizi qarşılamaya gələnlər var. Maşallah, maşallah. Ay salam aleyküm. Bakıdan gəldik Azərbaycan. Salam aleyküm. Təşəkkür edirəm. Bakıdan gəldik, qürbətdən gələn səslər verilişinin sorağı ilə gəlib buralara çatdıq. Çox istədim özünüzü təqdim edin. Aydın Ukalayev, Balakən rayonu. Təbii ki, Elnur müəllim də bilir, mən təkcə qürbətdən gələn səslər verilişi ilə bağlı bu dəqiqə özümü hiss eləsəm də, amma uzun illərdir ki, ölkəmizdən kənarda MDB respublikaların hamısının Azərbaycanın xalq artistlərinin, əməkdar artistlərinin konsertlərini təşkil edirəm və tez-tez Niyaməddin Musayevin efirdən dediyi, bax, o Aydın Ukalayev Balakənli mənəm. İndi burada bu şəhərdə çoxdan yaşayan bizim həm yerlimiz, gözəl bir insan, Bəhruz müəllim özü Zakataladan da əslən olsa da uzun illərdir, 25-30 il qədər burada yaşayır. Ay maşallah. Demək istəyirəm ki, qürbətdən gələn səslər verilişinə əsl uyğun gələn elə Ukalayev, Aydın Ukalayev yoldaşdır. Niçin? Ona görə ki, qürbətdə yaşayır. Neçə illərdir bu şəhərdə yaşayır. Və Aydın Ukalayevin ən yaxın dostu Bəhruz müəllim bizi qarşılamağa gəldi. Bəhruz müəllim, qürbətdən gələn səslər verilişi əsl sizlərə aiddir. Siz qürbətdə yaşayırsınız. Neçə ildir buradasınız? 30 ilə yaxındır. Oy, maşallah. Sovet dövründən gələnəm bura. 90 neçənci ildə, eləmi? 87-ci il. 87-dən. Avqust ayı. Maşallah. Hansı bölgədənsiz? Biz Zakatala rayonundan. Azərbaycandan mı? Zakatala rayon Əliyabad kəndindən. Elə onda bir dənə buradan Zakatalaya Ateşin bir salam söyləyin, sonra gedək söhbətimizi davam edək. Ümumiyyətlə bütün Azərbaycan xalqına salamlar söyləyirəm və öz kəndçilərimə. Çox-çox Zakatalanın Əliyabad kəndimdə yaşayanlar salam aleyküm. Yəni soyuq Uraldan sizə çoxlu atəşli salamlar olsun. Təşəkkür edirəm. İndi gedəcəyik birazdan. Siz də bizim Balakənimizdənsiz. Gözəl Balakən, can Balakən. Aydın müəllim, indi gedəcəyik. Hörmətli televiziya tamaşaçıları, gözünüz bizdə olsun. Biz hələ aeroportdayıq. Bütün söhbətləri ayaq üstə etmək istəmirik. Gedib əyləşib gözəl-gözəl söhbətlər edəcəyik. Gözünüz bizdə olsun. Bayra çıxmışıq. Mənfi 22-23 dərəcədir. Çox soyuqdur burada. Həmişə belə olur. Təbii ki, bunu məndən yaxşı Bəhruz qardaşımız bilir. Onlar öyrəncəli. Görürsünüzmü İsveç nədir? Soyuq. Maşallah, Bəhruz müəllim, belə soyuğa öyrəşmisiniz yoxsa? Öyrəşmişik. Hələ bundan da burada yaşayır. Əlbəttə, mən istilərinə burada dözə bilmirəm. Biraz rus sözlərini işlədirəm, tak ki, ona görə siz bilmirəm. Can, bundan da yuxarı olur, mənfi 50 dərəcə 40 dərəcə. Vay, çox soyuqdur. Amma nə olsun ki soyuqdur, bizim söhbətimiz çox sıcaq olacaq, isti olacaq. Gözünüz bizdə olsun. Gözlərim ocağında, qulağın sorağında, gözlərim ocağında, axır göz yaşlarında, mənim qərib ölkədə, axır göz yaşlarında, mənim qərib ölkədə, darıxmışam mən yaman. Bəli, hörmətli televiziya tamaşaçıları, Burqdan, gözəl şəhərdən çəkilişlərimiz davam edir. Bəli, Bəhruz müəllim burada bizi aeroportdan, yəni havaalanından bizi qarşıladı. Aydın müəllimlə bərabər İbrahim müəllimin restoranına gətirdi. Allah köməyin olsun. Təşəkkür edir. İstərdik aeroportda, yəni hava limanında biz ayaq üstü söhbət elədik. Özünüz haqqında danışasınız. Neçə ildir buradasınız?
Necə oldu gəldiniz? Burada mı oxudunuz? Adınız? Adım Bəhruzdur, Bulacov. Zaqatala rayonunun Əliyabad kəndindənəm. Salam göndərək bir dənə Əliyabadlılara. Salam söylürəm Əliyabadlılara, ümumi bütün Azərbaycanlılara, Azərbaycan xalqına. Fərq olmadan Ləzgidir, İngilodur, Gürcüdür, nədir? Bütün millətimizə, Azərbaycanda yaşayan millətlərimizə. Bəziləri götürüb deyirlər ki, bu Ləzgidir, ona salam göndərmə. O birisi nədir? Belə şey yoxdur bizim aramızda. Yəni bizim ürəyimizdirlər, hamımız. Azərbaycan torpağında yaşayan millətlərin hamısını çoxlu salamlar. Mən bura deməli hələ Sovet hökuməti olan vaxtından, əsgərlikdən gələndən sonra yəni deməli 1987-ci ildə çıxıb bu Yekaterinburg şəhərinə, o vaxtda Sverdlovsk adlanırdı, Sverdlovskaya gəlmişəm. Mən də bura milisiyaya qəbul olmaq şərti ilə gəlmişdim. Gəldim, gördüm ki, mənim qovumum burada işləyirdi. Yəni mənə dedi ki, milisiya sənlik deyil. Yəni elə olundu ki, həqiqətən şükür Allah ki, şükür Allah ki, o yola getmədim, alınmadı. İndi uşaqlıqdan həqiqətən bu alverlə çox xoşum gəlirdi. O kənddə bizim bir Gürcü bir alverçimiz vardı, invalid, veteran, 45-ci ilin veteranı idi. Bizim kəndə gələrdi həmişə, mən ona kömək eləyərdim həmişə, sumkalar daşıyırdım, böyründə dururdum, axırda da 1 manat verirdi, hələ uşaq idim. Yəni çox uzatmıram, yəni 87-ci ildə bura gələm, hələ də burada yaşayıram, ailəmi də burada qurmuşam. Nə bilim, indi 3 dənə qəşəng balamız var. Toyları eləyək. Yəni biz həmişə, bizim ürəyimiz yanır. 30 ildə əlbəttə özünüz bilirsiniz ki, oranı unutmaq olmur. Azərbaycan adicə oranın bu suveren o bizim Azərbaycan bayrağımızı görəndə mən ürəyim açılır, çiçəklənir. Fərəhlənirəm o bayrağı görəndə. Bəhruz müəllim, deyirsiniz ki, Azərbaycanın bayrağını görəndə ürəkləriniz fərəhlənir. Burada Azərbaycan bayrağınız var, evdə, ofisdə, işdə? Həqiqətən yoxumdur, amma mənim brilokun üstündə bələcə bir Azərbaycan bayrağı olan bir... Can, bax, Elnur, bir dənə mənə bayrağı ver. Bəh, mən sənə Azərbaycan bayrağı gətirdim. Canım mənim, bir alqışlar. Sən gələn toya düyünə sən, gülüşlərə Azərbaycan. Harda yaşasaq da Azərbaycanlıyıq. Bizim bir vətənimiz var. Neçə milyon orada da ola bilər, neçə min burada da ola bilər. Dünyanın o başında da yaşaya bilər, amma hamının bir vətəni var, o da Azərbaycan. Çox şadam. Tez-tez gedib gəlirsiniz Zaqatalaya. Toydan toya mı deyim, hər ildə, 2 ildən bir toylarımız olur. Yəni evdə, o Zaqatalada, Azərbaycan torpağında toylarımız olur. Ora gedib çatdırıram özümü. Bəhruz müəllim, bu Azərbaycana gedib gəlirkən siz 30 ildir deyəsiniz də buradasınız. Bu 30 ildə ola bilməz ki, Azərbaycanın bu qədər inkişafını görməyəsiniz. 30 il bundan əvvəlki hara, 20 il bundan əvvəlki hara, hətta 10 il bundan əvvəlki hara, indi hara. Mən özüm uşaqlıqda 8 nömrəli o internat məktəbində oxumuşam. Muzikalni məktəbdə. Yəni o vaxtdan, uşaqlıqdan o sentr, Bakının sentri, bulvar, 5 barmaq kimi belə yadımdadır bütün küçələr zat. Yəni əlbəttə axırıncı vaxtlar, axırıncı 10 ildə, 15 ildə dəhşət dəyişildi. Dəcə bu Rus torpağında görürsən ki, diktorlar Azərbaycanı tərifləyir. Deyirlər ki, burada televizyonda deyirlər ki, cəmaət Avropaya qaçır, nə bilim Amerikaya qaçır. Bakıya getsinlərdi, premo belə reklamlara gedir. Həqiqətən elədir. Gözlərim ocağında, qulağım sorağında, gözlərim ocağında, axır göz yaşlarında mənim... Proqramımız davam edir. İbrahim müəllimin qohumu burada. İstərdim özünü təqdim eləsin bu cavan, gənc oğlan Yekaterinburgda. Salam, adım Elnardır. 4 ildir elə bir ki buradayım. İbrahim əmin yanına gəlmişəm. Sizi görməyə burada çox şad oldum. Ucarın Pirkənd kəndindən salamlar. Ucarın Pirkənd kəndində hal-hazırda kim baxır sənə? Bütün Azərbaycana salamlar. Və Yekaterinburg şəhərinə bizim bu işlərin başında duran, bizə yaxından kömək edən, bizim də çiyin-çiyinə Azərbaycandan bura gələn bizim gözəl musiqiçimiz Elnur burada. Elnur bəy, ilk dəfədir buradasınız, siz də istədim öz sözünüzü. Mən ilk dəfədir şəxsən buradayam. Xeyr, biz 2-3 dəfə səhv eləmirəmsə burada olmuşuq. Niyaməddin Musayevlə. Burada Niyaməddin müəllimə bir salamlar. Dövlətimizin xalq artisti, gözəl insan. Şöhrət ordenli. Şöhrət ordenli bizim sevimlimiz, bizim əzizimiz Niyaməddin Musayevlə burada ilk dəfə böyük bir tədbirdə olmuşuq. Yəni bu konserti təşkil eləmişdi Aydın Ukalayev, Diasporun sədri Şıxlinski müəllim.
başda iştirak eləməklə, bunlar hamısı bu konsertin təşkilatçısı olublar. Gözəl bir konsert keçirib. Bugünkü gündə sevindirici aldı. Siz bu gözəl proqramınızla yenə də Ukalayev Aydın başda olmaqla yenə də bu çəkilişi gəlmisiniz, keçirirsiniz. Çox sağ olun, böyük əziyyət çəkirsiniz, gəlirsiniz buradakı Azərbaycanlılara, həmvətənləri göstərirsiniz xalqımıza. Bir daha bunların gördükləri işlər, cəmaatımızı yaxından tanış edirsiniz. Böyük iş görürsünüz. Sizin bu işinizi mən də dəstəkləyirəm. Çox sağ olun. Siz də xalqımız üçün öz sahənizdə böyük bir işlər görürsünüz. Çox sağ olun. Teşekkür edirik. Biz də sizə dərin təşəkkürümüzü bildiririk ki, Elnur bəy, elə bu qapıları da bizə açmaqda sən kömək eləmisən. Elə Ukalayev müəllimlə bir yerdə. Ona görə dərin təşəkkürümüzü bildiririk. Televiziya adından, öz proqramımızın adından. Təşəkkür edirəm. Gözünüz bizdə olsun. Gecəmiz hələ davam edir. Burada nə qədər qəşəng var. Baba yeməklərə bax. Bəli, çox dadlı yeməyə oxşuyur. Çox da dadlıdır. Bir ikisini yedikdə gözünüz bizdə olsun. Gəlin də soruşaq görə bunu burada, Yekaterinburqda kim bişirib? Yaxın gəlsin bizim povrumuz. Bizim aşpaz. Səfərov Etibar, Oğuz rayonu Kərimli kəndi. Bəli, Azərbaycanlıyam, çoxdan gəlmişəm. Oğuza salamlar. Oğuza salamlar, bütün Azərbaycan xalqına salamlar. Hər bir xidmətdə olan Azərbaycanı qoruyan bütün balalara, Amin. Onların içində mənim balam olmaq şərti ilə bu dəqiqə əsgəri ehtiramdır. Səfərov Ehtiram. Bəli. Hansı rayon? Murovdandır, Oğuz rayonu Kərimli kəndindən. Murovdakılara, bütün soldatlara, bütün balalara, bütün vətəni qoruyanlara buradan salamlarımı göndərirəm. Hörmətli televiziya tamaşaçıları, qürbətdən gələn səslər verilişinin izləyiciləri, biz Yekaterinburq şəhərindəyik, bəli. Yekaterinburq şəhərini bizi dostumuz Bəhruz müəllim gəzdirdi, şəhərin gözəl yerlərini gəzdik, dostları ilə oturduk, çay içdik, yemək yedik, gəldik indi Bəhruz müəllimin qaynatası gilə. Bəli, sonra həyat yoldaşına müsahibə alacağıq. Gözünüz bizdə olsun, özünü təqdim eləsin. Здравствуйте, мы из Баку приехали, Azərbaycanski televiziya dünya. Salam, biz Dünya TV-dən gəlmişik. Bizim işimiz qürbətdə yaşayan həmvətənlərimizi çəkib göstərməkdir. Bugün də sizdə qonağıq. Nə deyə bilərəm, xoş gəlmisiniz, həmişə siz gələsiniz. Adım Can Mirzədir. Mən Bəhruzun qaynatasıyam. Çoxdan burada yaşayırsınız, 52 ildir. Bakıda çox olmuşam komandirovkada. Necədir? Bakı xoşunuza gəlirmi? Əlbəttə, o vaxtda Bakı gözəl idi, elə indi də. Keçən ildə orada olmuşuq. Çox dəyişib yaxşılığa doğru. Bəs niyə hər zaman gedirdiniz, indi isə yox? Birincisi ona görə ki, universitetdə oxuyurdum və Bakıdan keçib gedirdim. Ümumiyyətcə, özünüz haralsınız? Mən özüm Dərbəndənəm. Bax, buradan sizi hər kəs izləyir. Bütün Dərbənd əhli, qohumlarınız, qonşularınız, dostlarınız, bəlkə elə salamlarınızı göndərəsiniz. Hə, nə deyirəm ki? Salam mənim torpağım, yerlilərim, hamınızı salamlayıram. Arzu edirəm ki, hamı mehriban və azad yaşasın. Sizə Bəhruzun böyük oğlundan, yəni nəvəmdən danışmaq istəyirəm. Ailəmiz və nəslimiz onunla fəxr edirik. O çox yaxşı oxuyur və gələcəkdə həkim olacaq. Bir sözlə fəxrimizdir. Can qardeş, lezgi dilində bir dənə ora bir geçen denən ki, qürbətdən gələn səslərə baxın. Bütün lezgilərə buradan salamlar, öpürəm həbimizə, həmişə bu передачeye baxın. Всегда смотрите на вот эту передачу, которую азербайджанцы живут за границей, которые лезгины живут за границей. На лезгинском. Да. Лезгия. Кликас. Телевизорда. А вот передача лезгия. Müslümanlar işimiz var. Vatandaşlar karahta. Can lezgiler, can Azerbaycanlılar. Valla, bütün Azerbaycan. Biz hal-hazırda Can Mirzəgildəyik, bizim Bəhruzun qaynatası danışdı. Lezgi dilində də danışdı, Rus dilində də danışdı. Can, öpürəm bütün hamınızı və həyat yoldaşı. Siz də özünüzü təqdim edin. Hər vaxtınız xeyir. Mənim adım Valentina Vasilyadır. Lap yaxşı. Siz Bəhruzun qaynanasısınız, deyilmi? Bəli. Siz burada doğulmuşsunuz. Bəli. Çoxdan evlisiniz? Bəs nə? Lap çoxdan. Deyim də sizə, düz 47 ildir. Tezliklə qızıl toyumuz olacaq.
İstəyərdim Bəhruz haqqında danışasınız. Necə insandır, kürəkəndir. Ümumiyyətcə, bu evlilik necə baş verdi? Biz şəxsən çox fəxr edirik ki, həm yerlimiz haqqında hamı müsbət fikirdədir. Hər kəs onu çox sevir və biz də onunla fəxr edirik. Mən də onun haqqında pis heç nə deyə bilmərəm. Qızımla çoxdan tanışdılar. Qızım rəfiqəsi ilə parkda gəzirdi. Bəhruz da parkın yaxınlığında qalırdı. O da dostu ilə birgə gəzintiyə çıxmışdı. Elə orada da görüb bir-birlərini bəyənmişdilər. Anjela ümumiyyətcə heç kimi bəyənmirdi. Nə bilim vallah, qismət. Bəhruzun özü necə kürəkəndir, çox yaxşı, ailəcanlı insandır. Ailəsi ilə hər zaman maraqlanır. 3 övladı var, çox ağıllı və tərbiyəli uşaqlardır. Uşaqlarının tərbiyəsi və yaxşı oxumaqları hamısı Bəhruzdan asılıdır. Öz qayğısını heç vaxt uşaqlarından əsirgəmir. Bax, mənim həyat yoldaşım tək böyük nəvəmizlə danışdı. Mən isə onların hər üçünü çox istəyirəm. Hər üçü mənə doğmadılar. Onları biri-birindən ayırmıram. Üçü də yaxşı oxuyur. Nəvəm Timur bu yaxınlarda olimpiyadada 1-ci yer tutdu. Özü də rus dilindən. Məktəbdə hər kəs çox təəccüblənmişdi. Azərbaycanlı rus dili üzrə 1-ci yer tutmuşdu. Bakıda da olmuşuq, əsas da Zaqatalada. Çünki orada qudamız yaşayır. Elə burdanca Bəhruzun anasına, Möminət xanıma çoxlu salam deyirik. Siz Bəhruzdan narahat olmayın. Onun qayğısına necə lazımdır biz qalırıq. Əsas siz öz sağlamlığınızın qeydinə qalın. Qəlbimdə vətənin həsrət fəryadı, yalnız qərib duyar qərib imdadı. Qəlbimdə vətənin həsrət fəryadı, yalnız qərib... Bəli, hörmətli televiziya tamaşaçıları, Yekaterinburg şəhərindəyik. Bəhruzun qaynatası çox gözəl danışdı. Bizim Rəzki qardaşımız, sonra bizim Rus xanımımız, buralı Sverdlovskıdan olan gözəl xanımımız, qaynanası danışdı Azərbaycan haqqında. Öz böyük, yüksək fikirlərini danışdı. İndi isə Bəhruz müəllimin həyat yoldaşı. Naşol Bəxtluza. Siz də özünüzü təqdim edin. Bəhruzun həyat yoldaşısınız. Neçə il evlisiniz? Salam, adım Anjeladır. Artıq 22 ildir ki, evliyik. Anjela xanım, Azərbaycan dilində nəsə bilirsiniz? Xeyr. Çörək, su... Bəli, bu cür sadə sözləri bilirəm. Lap yaxşı. Azərbaycana tez-tez mi gedirsiniz? Yox, elə də tez-tez deyil, istədiyim kimi. İldə heç olmasa 1-2 dəfə gedirsinizmi? Yox, daha az deyərdim. Yalandan danışmayın. Bir deyin görək, Bakımız xoşunuza gəldimi? Bax, əvvəl necə idi, indi necədir? İstəyərdim bu haqda danışasınız. Təbii ki, çox dəyişilib, daha müasir olub əvvəlkinə baxanda. Bax, Eurovision keçiriləndə necə izləyərdinizmi? Əlbəttə ki, bax, həmən o illərdə bütün Avropa Bakıya gəlmişdi. O zaman fəxr etdinizmi ki, həyat yoldaşınız məhz Azərbaycanlıdır? Bəli. Bəhruzdan necə, razısınızmı? Əlbəttə ki, razıyam. Çox ailəcanlı insandır. Hamı onu sevir. Həm işdə, həm ailədə, həm də dostları arasında. Ailə müqəddəsdir. Onun qədrini bilməyən heç vaxt nə vətənini sevər, nə işini, nə də dostlarını. Neçə övladınız var? 3. 2 oğlan, 1 qız. Böyük oğlumun 21 yaşı, ortancılın 15, qızımın isə 9 yaşı var. Ay maşallah. Adın nədir? Diana. Neçə yaşın var? 9. Anadan olanın Azərbaycanda neçə dəfə olmusan? 1 dəfə. Bəs heç atana demirsənmi, məni Bakıya apar? Yox, çox istəyərdim ora getməyə, amma dərsdən qala bilmərəm. Nənəvin adı nədir? Möminət nənə. Buradan qucaq dolu salamlarımı göndərirəm ona. Mən səni çox istəyirəm və sənin üçün darıxıram. Və bu yay sənin yanına gəlmək istəyirəm. Mən də buradan öz qaynanama salamlarımı çatdırıram və demək istəyirəm ki, tezliklə sənin yanına gələcəyik. Bəhruzun bacılarına, Solmaza, Şahbəriyə, Şəfəqə və Aytənə salamlarımı göndərirəm. Bəli, hörmətli televiziya tamaşaçıları, Yekaterinburg şəhərinə gələnlər, ilk dəfə bu şəhərdən bir veriliş çəkirik. Aeroportdan düşənlərin, havaalanından düşənlər həmən bizi Bəhruz müəllim qarşıladı, dostu Aydınla bərabər. Gəldi, şəhəri gəzdirdi, dostları ilə gəzdik, ora getdik, bura gəldik.
qaynanası gildəyik hal-hazırda. Birazdan gedəcək Bəhruz müəllimin evinə. Sonra Bəhruz müəllimin işini çəkəcək, nə ilə məşğuldur, neçə ildir. Bəhruz müəllim, çox gözəl ailəniz var, çox gözəl qaynananız var, çox gözəl qaynatanız var. Çox fəxr elədik, həqiqətən deyirəm. Bütün telekanal bu dəqiqə hazır bizi izləyənlər adından da deyirəm. Siz də çox istəyərdim ki, özün danışasınız qaynananızın haqqında. Azərbaycana niyə onlar azad gətirirsiniz? Az-az gətirirsiniz deyəndə ki, keçmişdə hamı işdən əlaqədar gedə bilmirdilər. Bizim uşaqlar məktəbdə oxuyur ki, işlə əlaqədar yenə bir yerdə gedə bilmir. Gedəndə də mən özüm tək gedirdim. Qız uşağı da papası ilə təkcə yola çıxmağa istəmir, çətindir. Amma oğul uşaqları həmişə 2 dəfə, 3 dəfə aparmışıq. Böyük oğlumuzu orada sünnət oyunları orada keçirmişik. Maşallah, Zaqatalada. Hə, Zaqatalada. İkinci oğlan orada, Əliyabad kəndi. Bir dənə buradan da salamlar göndərək. Ay Əliyabadlılar. Əliyabadlılara salamlar olsun. Yekaterinburqdan. Qavum Arcos, Əliyabadlılar. Sada çıxoruz, qaqim Arcos de. Neşenki nasıl? Hər dildə danışır Azərbaycandan başqa, gürcü dildə. Danışıram. Azərbaycanca da danışıram inşallah, rus dilində də. Hər dillər, türk dillərini əsas çox bilirəm. Özbək dilləri də hamısı ilə türk qrupasıdır. Ona görə dilləri çox bilirəm mən. Uşaqlıqdan gürcü dili denəndəsə. İndi keçək bu qaynatam gil tərəfdən. Qaynatam gil tərəfində nə deyə bilərəm? Demək olar ki, bizim dildə belə deyil. Çox əla insanlardır. Həqiqətən bizim Azərbaycanlı ən qəşəng ailələrindən seçsək, onlardan hepsi böyüklər. Yəni Azərbaycanın imini, təmiz millətinə seçəsi olsa, onlardan fərq qoymuram. Bu insanlar həqiqətən çox yaxşı insanlardır. Mənə qarşı da həmişə bir oğul kimi oldular. Bizə qarşı da keçənləri yenə, mən özümüz getmədik, bizim balalarını, öz uşaqlarını tərgiyib, bizim 3 dənə nəvəsini götürüb getdilər Zaqatalaya, Balakənə o tərəfinə gəldilər, Zaqataladı, Əliyabaddı, bir də Bakı. Çox da xoşlarına gəldi. Sağ olsunlar, əla insanlardır. Siz də onlardan razısınız? Əlbəttə razıyam. Razı olmasaydı hər halda burada oturub çörək yeməzdik, nə bilim, indi bunların həyatını adını bir dəfə dedi, Valentina Vasilyevnadır, qaynanam. Çox istəyirsiniz, deyən ki, çox istəyir. Fərqi nədir? Anamız, burada anamız elə başda elədi. Qaynatam Cəmil Abdusamedoviç. Allah canı sağ olsun. O da bizim Dağıstanlı, Ləzgi balasıdır. Bizim başda demək olar ki, Azərbaycanlı balasıdır. Nəysə, bir yerik. Yəni bizim elə bir Azərbaycan balası, çox millətli bir ailədən. Allah köməyiniz olsun, çox razıdır. İndi də biz dururuq gedək, efir vasitəsi, gözümüz bizdə olsun, bizdən ayrılmayın, elə maraqlı olacaq. Gedirik indi bizim dostumuz gilər. Bəli, hörmətli televiziya tamaşaçıları, Yekaterinburqda olan çəkilişimiz Qürbətdən gələn səslər verilişin izləyiciləri. Yekaterinburqdayıq, indi isə Bəhruz müəllimin iş yerinə gəldik. Bax, bu mağazin Bəhruz müəllimin iş yeridir. Bəhruz müəllim, buyururam ki, bu mağazadan sizdə 2 dənə, 3 dənədir. Bu hansıdır? Evimizə yaxın olan. Evimizə yaxın olandır, hə, əlbəttə. Belə mağazinlərdən 3 dənəsidir şəhərdə. Elə 15-17-ci ildir ki işləyirik belə nətər deyirlər, Targovlyada. Aydın müəllim, tez-tez olursunuz. Əlbəttə ki, dostumun dükanıdır. Bir neçə dəfə olmuşuq, çox gözəldir. Azərbaycanlılar çox gəlir bura. Yəni Bəhruz müəllimi tanıyanlar, bizi tanıyanlar gəlirlər, başqa dükanlara getmirlər. Hətta böyük marketlərə belə getmirlər. Çünki burada hər şey təzədir. Burada da Nisya dükanı. Burada Yekaterinburq yanından keçən, Permə gedən, Sverdlovskaya gedən, ümumiyyətlə hər bir maşın necə gəlsin dükanını tapsın? Bilir ki, Azərbaycan mağazası. Buranın adresi Yekaterinburq, Çkalovski rayonun Sanatorna küçəsi 19. Bəli, hörmətli televiziya tamaşaçıları, Qürbətdən gələn səslər verilişin izləyiciləri. Gördüyünüz kimi Yekaterinburq şəhərində bizim proqramımız davam edir. Qar yağır, elə gözəl qar yağır, bəyaz qar yağır. Biz gəldik Bəhruz müəllimgilə. Bəhruz müəllim, xoş gəlmisiniz. Evinizi budur da maşallah. Neçənci mərtəbədə olursunuz? 6-cı mərtəbə, elə otaqlarımız da elə bu tərəfə bax. Bir dənə o göstərsin deyə, bax, binanın ucu yox, bucağı yox məsələ. Ay salam aleyküm, ay ev yiyəsi, boy, krasavisa buradadır. Adı neydi? Diana. Diana. Ne geçey, balaca etimiz de varmış. Oy bunun prическasına bak, hay Allah nece geçeydi bu, kukuladı bu. Bak buna, bak. Salam aleyküm. Vətən üçün burnumun ucu göynəyir, ürəyim daş olub qərib ölkə. Дядь yoldaşı Анжела, здравствуйте. Здравствуйте еще. Чем занимаемся здесь? Приготовлением еды. Что это, пирожки? Да. По-азербайджански?
Ой, осторожно, я сейчас запачкаю. Нет, по-русски. Это по-русски пирожки? Да. Чем отличаются русские от азербайджанские? Не знаю, я по-азербайджански вот русские пирожки жарю с луком, с яйцом. Bakın, piraşki eləyir, bunun içində soğan, bir də ki yumurta. Çok güzel. Rus piraşkisidir. Valla piraşkinin nə Rusun Azərbaycanlısı. Əsas odur ki, xanım gözəl xanımdır. Azərbaycan mətbəxidir, Rus mətbəxidir. Hamısını birləşdirib və ləzgi mətbəxidir. Mən tez-tez bu evin qonağı oluram, çünki Bəhruz dostumdur. Анжела очень вкусно готовит. На самом деле, вот, есть только один способ это проверить. Sonra biz yiyecek ve görecek həqiqətən dadlı. İnşallah. Biz də gedək qonaq otağına oturaq, yiyək. Elnur, bu piraşkıda yiyibsən? İndi dadına baxacağıq da gəldik. Yekaterinburgda, bəli. Can, getdik. Mətbəxə baxdıq, xanım orada piraşka hazırlayır. İndi gidiyor bu otaqlarla tanış olaq. Böyük koridorumuz var. Maşallah, bura nə otağıdır? Buranı tanış eləyin, açın. Uşaq otağı. Yalnız qərib duyar gəlib. Aydın müəllim, siz burada neyinirsiniz? Da belə necə? Başqa şəhərlərlə danışırsınız? Yox, evimlə yazışmaq, zəngləşmək istəyirəm Azərbaycanda. Buradan evinizə bir dənə də salam. Salamlayıram, ailəmin bütün üzvlərini salamlayıram. Nigar xanım başda olmaqla və nəvəm Nigar həyatda. Can. Bizim verilişimizin ən yaxından köməyi olan, dəstəyi olan Aydın müəllimə nümayəndəsi, Dünya TV-nin, bizim qürbətdən gələn səslər verilişinin Rusiyadakı nümayəndəsi Aydın Ukalayev. Mən həmişə Ukalayevski deyirəm. Sizin deyəsə yaxın dostunuz, tez burada olur. Əlbəttə, həm birinci növbədə mənim dostumdur, yaxın yerimizdir. Zakatala, Balakən ilə bir qonşularıq bir-birimizdən. Və ondan çox illərlə biz dostluq edirik. Əlaqəmiz də tez əlaqə yaradırıq, telefonla tanışırıq, zəngləşirik. İnşallah bizim... Qurban olum Allaha. Çox sevinirəm ki, bir-birinizdən yaxşısınız. Zakataladan olan dostumuz Bəhruz müəllimin evindəyik, gəldik. Diana yenə buradadır. Diana, denə salam Dünya TV. Salam Dünya TV. Və Bəhruz müəllimin böyük oğlu buradadır. Emildir də adındır. Çox Emil, maşallah, çox gözəl. Mənim oğlumun da adı Emildir. Emin damın nəvəmin adı Emildir. Çox gözəl. Salam Emil. Azərbaycanca bilirsən? Tamam, xeyir. Ümumiyyətcə, burada andan olmusan, tez-tez mi gedirsən Bakıya? Bəli. Axırıncı dəfə keçən il getmişəm. Ümumiyyətcə, sizdə orada Zaqatalada hansı dillə danışırlar? Bizdə Zaqatalada müxtəlif dillərdə danışırlar. Azərbaycan, Rus, arada İngiliscə də olur. Mən çox istəyərdim ki, sən bizdə Azərbaycan dilində danışa biləsən. Çünki sənin atan Azərbaycanlıdır. Ümumiyyətcə, yayda, ümumiyyətcə Zaqatalaya getdiyində nənənlə hansı dillə danışırsan? Rus dilində. Çünki Rus dilində hər kəs bilir. Bəs sən istəməzdinmi ki, Azərbaycan dilində də biləsən? Əlbəttə ki, istəyərdin. Özün haqqında məlumat verərdin də, necə yaşın var, harda oxuyursan. Özüm Yekaterinburgda universitetdə oxuyuram. Artıq 4-cü kurs tələbəsiyəm. Bəs nəçə olacaqsan? Həkim olmaq istəyirəm. Çünki buna çox böyük ehtiyac olduğunu hiss edirəm. Düzdür, bizdə Azərbaycanda da həkimlərə çox böyük ehtiyac var. Və mən də istəyərdim ki, gələcəkdə sən də öz işini Azərbaycanda davam elətdirəsən. Bakıda çox gözəl qızlarımız var. Bəlkə elə gələsən Bakıya, orada da evlənəsən. Ümumiyyətcə, nəinki Bakının qızları. Bakı özü gözəl şəhərdir. Bəlkə elə doğrudan da gəlib Azərbaycanda evlənəsən və sənin toyunu biz Dünya TV olaraq çəkib işıqlandırardıq. Düşünürsənmi belə etməyi? Nə bilim, həyatdır, hər şey ola bilər. Yəqin ki, xəbərim var. Ötən il Bakımızda Avropa oyunları, daha öncələrdə isə Eurovision keçirilmişdi. Ümumiyyətcə, bu oyunlar keçirilən ərəfədə sən də Bakıya gəlmişdin. Xeyr, çox istəyərdim orada olmaq, amma imtahanlarım var idi. Ona görə heç cürə gələ bilmədim. Bilirsən ki, bütün Avropa Eurovision ərəfəsində Azərbaycana gəlmişdi. Bəs bundan sonra dostlarının sənə münasibəti necə oldu? Necə ola bilər ki? Ancaq yaxşı. Я горжусь, что я азербайджанец. Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam. Fəxr edirəm Ki, Azərbaycanlıyam. ki, Azərbaycanlıyam.
Bəli, biz çox şadıq ki, Bəhruz müəllim belə gözəl ağıllı oğlu var. Fəxr edirik ki, Azərbaycan oğlumuzdur, Azərbaycanın gələcəyidir və inanıram ki, gəlib Bakıda Azərbaycanda işləyəcək. Emir, artıq bir ildir ki, qürbətdən gələn səslər verilişi bütün dünyaya yayımlanır. Bizim əsas işimiz qürbətdə yaşayan həmvətənlərimizi çəkib dünyaya göstərməkdir. Ümumiyyətlə, sən bizim verilişlərə baxırdınmı? Bəli, baxırdım. Hətta internetdə belə baxmışdım. Buradan bütün Zaqatalaya, Əliyabad kəndinə salamlarımı göndərirəm. Nənəmə, bibilərimə və məni sevən hər kəsə qucaq dolu salamlarımı göndərirəm. Siz özünüz bax nə deyə bilərdiniz? Bax indi gəlmişik, həyat yoldaşınızın pişirdiyi bax bu piraşkilər çox dadlıdır. Çox ləzzət elədi. Siz özünüz ailəniz haqqında, bax burası evinizdir. Uşaqlarınız haqqında, oğlunuz haqqında nə deyə bilərsiniz? Necə oldu bu sənəti seçdi? Buyurun, götürün. Necə oldu bu sənəti seçdi? Birinci növbədə əlbəttə sağ olun ki, belə bir Azərbaycanda belə televiziya var. Yəni belə bir veriliş var. DTV kanalında. Siz də xoş gəlmisiniz. Mən şadam ki, mənim dostum sizi, yəni siz dostumla birlikdə siz gəlib mənim ailəmdə belə bir veriliş çəkib borcunuzu Allah canınızı sağ eləsin. Hər halda, əlbəttə, hərinin öz yolu var. Sizin borcunuz da odur, bizim borcunuz. Nəysə, İfsiramda sağ olun da. Bizim ailəmizdə özünüz gördüyünüz kimi qəşəng gül kimi balalarımız var. Allah hamıya belə gül kimi qəşəng, başa düşən, ağıllı balalar qismət eləsin. Olmayanlara birinci növbədə daha can sağlığı və həmişə deyirəm, qız balacamız var, sizin də nəvəniz qız uşağıdır. Mən birinci növbədə, həmişə deyirəm, qızı xoşbəxtlik arzulayıram. Həmişə deyirəm ki, qız, yəni, nətər deyim, aysa ol, onu oğlanla onlar fərqlənir, yaxşı tərəfdən deyim, qız onu üstün olur həmişə. Allah canları sağlayır, xoşbəxt eləsin, birinci növbədə qızları və ümumi hamı xoşbəxt olsun tək inşallah. Və balaca oğlu gəldi, görək indi hardan gəldi. Azərbaycan televiziyasından gəldik, istərdik özünüz təqdim edəsiniz. Как зовут тебя? Timur. Timur, по-азербайджански знаешь? Yox. Azərbaycanca bilirsən? Yox. Niyə bilmirsən? Не говорю. Timur, neçə yaşın var? 15. Neçənci sinifdə oxuyursan? 9-cu sinifdə. Bir də görək, necə oxuyursan? Yaxşı oxuyuram. Bəs gələcəkdə nəçib olmaq istəyirsən? Stomatolog. Ay maşallah, bu evdə deyəsən hamı həkim olmaq istəyir. Böyük həkim, этот стоматолог, маленькая девочка спрашивает, deyir, diş həkimi olacağım. Hamısı zubnoy həkim olacaqlar, diş həkimi. Maşallah deyirəm, deyəsən Zaqatalanın diş həkimləri ilə, həkimlərlə təchiz eləmək fikriniz Azərbaycanı. Elə deyilmi? Uğurlar arzulayıram. Bir səndə görək. Bakıya tez-tez mi gedirsən? Yoxsa ildə bir dəfə? Demək olar ki, ildə bir dəfə. Yəqin ki, o da yayda gedirsən. Bəli, yayda gedirəm. O zaman nənənə, bibilərinə öz salamlarını çatdır. Buradan öz nənəmə, eləcə də bibilərimə, Almaz bibimə, Şəfəq bibimə, Şahbəri bibimə daima salamlarımı göndərirəm. Və demək istəyirəm ki, məni gözləyin, yayda mütləq gələcəm yanınıza. Sən atan haqqında nə deyə bilərsən? Bilirsən ki, o hər kəsin fəxridir, eləcə də bizim. Ona işlərində, mağazanı işlətməyində kömək edirsənmi? Əlbəttə edirəm. Əgər atam bunu məndən istəyirsə, mən mütləq ona kömək edirəm. Fəxri deyəm, Azərbaycan deyən. Xanım xatın. Bax, xanım xatındır da, əməlli başlı xanım xatın. Burla xatun, Anjela xatun. Ya bu хотела Anjela xanım, bu поговорите. Anjela xanım, mən istəyərdim ki, siz bir daha öz ailəniz haqqında danışasınız. Övladlarınızdan necə, razısınızmı? Əlbəttə ki, mən ailəmi çox sevirəm və onlarla fəxr edirəm. Hər üç övladım mənim üçün əzizdir və hər zaman çalışıram ki, onların qayğısına qalım. Və buradan yenidən öz salamlarımı bütün Azərbaycana çatdırıram. Bizim verilişin belə bir qayda qanunu var ki, sizə xəritə də gətirdik. Azərbaycanın xəritəsidir bu. İstərdim burada Bakını, bir də Zaqatalanı göstərəsiniz.
Zakatala buradadır. Kəndin adı? Əliyabad kəndimizdir böyründə elə. Əliyabad da var. Var Əliyabad. Əliyabadın 15 min əhalisi var başda. Bax göstər Bakını. Bakını buyursun Bakı. Zəngilan. Yaxın görmürəm buralardadır. Bax primerli. Vətən üçün burnumun ucu göynəyir. Ürəyim Azərbaycanın belə bir ruçka gətirdim, qələm. Bax belə eləyirsən, Azərbaycan bayrağıdır da yanır. Mən istəyirəm ki, bütün işlərinizi, 2016-cı ilin bütün işlərinizi, pribülləriniz, daxodlarınızı bu qələmlə yazın. Payınız çox olsun yenə deyirəm. Hörmətli olun. Yenə deyirəm sizin kimi tək Azərbaycanlılar Azərbaycan torpağında çoxlu olaydılar ki, bütün xaricdə yaşayan Azərbaycanlıları bir-bir deyə də bilərəm ki, onları göstərə bilərdilər. Bizim ana atalarımız da, yaxın qardaşlarımız da orada sevinəydilər ki, evet, sağ olun. Benim qərib ölkədə darıxmışam mən yaman. Qərib ölkədə darıxmışam mən yaman. Qərib ölkədə. Bəli, hörmətli televiziya tamaşaçıları, bizim bu verilişin ərsəyə gəlməsində 2016-cı ilin yanvar ayından artıq bizim nümayəndəmiz Rusiyada çoxdan burada yaşayır, çoxdan burada konsertlər təşkil edir. Artıq bizimlə işləməyə başladı 2016-cı ildən, bu ildən Azərbaycanın Dünya Televiziyasının Qürbətdən Gələn Səslər verilişinin nümayəndəsi gözəl dostumuz Ukalayev. Ukalayev familiyası çox məşhur familiyadır. Ukalayev Aydın. Buyurun özünüz haqqında danışın bir daha və dostumuz haqqında danışın. Çox sağ ol, axşamınız xeyir olsun. Sözümə başlamazdan əvvəl sizin timsalınızda Cəmilə xanım, DTV kanalının bütün şəxsiyyətinə, rəhbərliyinə təşəkkür eləmək istəyirəm ki, bu şəxsən mənim anlamımda elə belə sadəcə bir televiziya verilişi deyil, bu dünyada yaşayan 50 milyonluq Azərbaycan ordusunu birləşdirən, bir-birinə səcd elətdirməyi bacaran, adət-ənənəmizi, folklorumuzu qoruyub saxlamağı bacaran, bayrağımız, gerbimiz, himnimizə qədər belə dünyada öz aralarında yaşatmağı bacaran xalqa aid bir verilişdir. Təbii ki, Qürbətdən Gələn Səslər sadəcə olaraq televizora, efirə baxanlar üçün bəlkə bu belə səslənmədir, Qürbətdən Gələn Səslər. Amma nə qədər ki biz qürbətdə olan oğlanlar haqqında danışırıqsa, düzdür, bu efirdə, pressada qürbət kimi səslənir, amma bu qürbət adlandırdığımız məkan, diyar, yer, bunların da artıq bizim həmyerlərimiz üçün bir yaşayış yerinə çevrilib, ikinci bir vətənə çevrilib. Niyə? Ona görə ki, bunlar burada təhsil alıblar, ərsəyə çatıblar, ailə qurublar, bizneslə məşğuldular, karyera qazanıblar. Və mən, bəli, düz deyirsiniz, təsdiq edirəm ki, gözəl Azərbaycanımın xalq artistlərinin, əməkdar artistlərinin konsertlərini təşkil edərkən keçmiş hissərini bütün respublikalarında, bir çox iri şəhərlərində oluram və görürəm ki, ay aman, bizim nə qədər gözəl evladlarımız, gözəl Azərbaycan balaları hətta kosmos uçuşuna belə nəzarət edəcək dərəcədə yüksəliblər. Və hər bir keçmiş respublikanın, yəni keçmiş hissərin respublikalarında elmi cəhətdən kibernetikaya qədər, kibernetika elminə qədər professor, doktorluq dərəcəsi alan bizim evladlarımız var. Həm bu yaşadıkları ölkənin Rusiya Federasiyasının ictimai siyasi həyatında, hətta prezident aparatına qədər belə işləyən bizim həmyerlərimiz var. Təbii ki, bizneslə də məşğul olan həmyerlərimiz var. Bir daha Qürbətdən Gələn Səslər verilişinə sizə görə mən təşəkkür eləmək istəyirəm və həqiqətən də siz bura gəlməzdən də öncə YouTube-a, internet vasitəsilə baxarkən də öz aramızda söhbət də belə keçirdi. Bəli, elə bil ki, Qürbətdən Gələn Səslər verilişini məhz Cəmilə xanım aparmalıdır. Çünki söz tapıntısı, söz balansının, söz bankının dərinliyi bunu bir daha sübut edir. Təşəkkür edirəm. Bəhruz qardaşımla da mən artıq bir 10 ilə yaxındır ki, biz ondan tanışıq. Həm də həm yerlisiniz. Bəli, mən... Siz də Zaqataladansınız? Yox, mən Balakənliyəm. Balakən arasından bir dənə salam göndərək. Balakən rayon, özüm Qazma kəndində anadan olmuşam, amma Fikrət Əmirov kişəsində yaşayıram. Bütün Balakənliləri salamlayıram. Ailə üzvlərimi salamlayıram. Hər kəsi, məni efir vasitəsilə görən hər kəsə demək istəyirəm ki, dünyada yaşayan bütün Azərbaycanlılar və dünyada yaşayan bütün Balakənlər mənim canım, ciyərimdir. Mən Bəhruz qardaşa qayıtmaq istəyirəm. Bəhruzu tanıdığım gündən onunla da xoş bir təsadüf nəticəsində toy şənliyində rastlaşmışıq və onu gözəl ailə bacısı kimi, gözəl dost kimi, qeyrət çəkinməyi bacaran bir kişi xarakterli bir oğlan kimi tanımışam.
Və onun sayəsində də İbrahim qardaşımızla Vivat restoranının sahibi ilə də tanış olmuşam. Ona da təşəkkür eləmək istəyirəm. Qaldı ki, evlatlarımızın Azərbaycanda gəlib xidmət etməsi, işləməsi, ailə qurması bu hamı üçün gərəklidir. Yəni millətin, nasiyanın genişlənməsi, çoxalması, Azərbaycan adlı bir gözəl dövlətin bir daha təkrar etmək kimi səslənməsin. Dünyada 50 milyon Azərbaycanlı yaşayır. İranda, Turanda, Amerikada, Almaniyada, Rusiyada, dünyanın hər yerində. Amma Azərbaycan adlı bir dövlət ki var, biz orada yaşayırıq. Hamının nəzarı ora dikilibdir. Yəni biraz elə bir ki, çox danışmaq kimi səslənməsin. Yəni demək istədiyim odur ki, artıq axırıncı bu bir neçə 10 illərdə Azərbaycanın dünyaya səs salması, dünyada özünü göstərməsi, həm siyasi cəhətdən, həm iqtisadi cəhətdən, o cümlədən artıq Eurovision mahnı müsabiqələri keçirilən vaxtda məndə belə bir informasiya var idi ki, bir gündə internetdə 7 milyon zapros olub ki, Azərbaycan, Bakı hardadır, necədir, niyə orada keçirildi? Bu nə deməkdir? Bu demək ki, dünyanın siması, gözləri Azərbaycana yönəldi, Azərbaycana dikildi və biz də öz sözümüzü söylədik. Sonra Avropa oyunları, bir çox oyunlar dünyada olur, ancaq ilk Avropa oyunlarının Bakıda, məhz bizim vətənimizdə keçirilməsi bu ağla sığmaz dərəcədə belə bir şahanə bir işdir. O ki qaldı, qürbətdə yaşayan bütün Azərbaycanlarımız burada nə qədər onların ömrü gözəl keçsə də, hər gün toyda, bayramda olsalar da, ara bir çətinlikləri olsa da onların ürəyindən heç vaxt vətən silinmir. Həmişə də bu sözləri fikirlərində səsləndirirlər. Hansı sözləri? Dilim yorulmadı vətən deməkdən. Əridi şam kimi bədənim mənim. Uçan qaranquşdan, əsən küləkdən soruşdum. Necədir vətənim mənim? Belə sözlər hər kəsin, yəni Əli Tudənin sözləridir, hər kəsin qəlbində səslənir. Can Azərbaycan, mən özüm bax, siz burada yaşayırsınız, mən özüm çəkilişə gələndə 3 gün Azərbaycandan çıxıram, 4-cü gün başlayıram darıxmağa. Gün xoş keçir, maşallah, yemək, içmək, şəhər gözəl, amma vətən üçün adam darıxır. Can Azərbaycan. Bəli, hörmətli televiziya tamaşaçıları, Yekaterinburqdan olan çəkilişlər bu Vivatda yaman çox maraqlı keçir. Bəhruz müəllim, sizin gecəniz, sizə aid olan veriliş çox maraqlı oldu. Həqiqətən deyirəm. Sən məni öyrətdin, öz və postələrini gördün ama sonra hər dəfə deyəndə ümidim yox sabaha. Saçlarımı sil telefonla, nə olar yazma daha. Nə mənası var, hər gün güz var. Ayrı yaşayırıq, onsuz da burada yaşayır. Mən barışmışam hər şeyə, sən də barış. Özümüz həyatımızı məhv elədik, biz onsuz da həyatımızı sərv elədik. Nə mənası var, hər gün güz barış. Ayrı yaşayırıq, onsuz da burada yaşayır. Mən barışmışam hər şeyə, sən də barış. Özümüz həyatımızı məhv elədik. Nə mənası var, hər gün güz barış. Ayrı yaşayırıq, onsuz da burada yaşayır. Bəli, hörmətli televiziya tamaşaçıları, qürbətdən gələn səslər verilişin izləyiciləri, Yekaterinburqda olan veriliş, mən desəm ki, bütün verilişlərdən o qədər maraqlı. 2016-cı ilin ən maraqlı verilişi burada. Ekrana yaxın əyləşin. Bayaqda dediyimiz, bu oturduğumuz, yediyimiz bu Vivat restoranının müdiriyyəti haqqında danışdığımız bizim Bəhruz müəllimin ən yaxın dostu İbrahim müəllim. İbrahim müəllim, özünüz haqqında bir daha tamaşaçılara tanışlıq verin. İbrahim kim? Qasımlı İbrahim Xəlil, Cəliloğlu. İbrahim Xəlil. Bəli. Azərbaycanlıyam, Ucar rayonunda doğulmuşam, Bərgüşat kəndində. Ateşin salamlar. Ucar rayonu Bərgüşat kəndi. Yaxın oturun. Bütün Bərgüşat kəndinə, Ucar rayonuna, bütün Azərbaycana salam deyirəm. Amin, Allah canı sağ eləsin, bütün dostlara, qohumlara. Mamanın adını deyib, salam deyib. Mamam, anam Əsnaya. Salam deyirəm mama. İndi də bu dəqiqə elə balinsadadır. Allah şəfa versin. Allah hamının bütün analara salamat eləsin. Amin. Özüm bir 10 ildir bu şəhərdəyəm. Bir hardasa 7-8 il var. Dostluq eləyirik, qardaşlıq eləyirik. Gözəl ailəsi var, gözəl balaları var. Özü çox gözəl insandır. Dost qardaşdır. Rusların sözü var, dastoyun oğlandır. Allah kömək olsun. Bir-birinizə tez-tez gəlib gəlirsiniz, ancaq xeyir işlər olanda burada görürsünüz yoxsa?
Bilirsiniz, axır zamanlar bu deyərəm bu 1-2 ildən bəri bizim görüşmədiyimiz gün, yarım gün yoxdur. Hər gün görüşürük. Ne güzel, ne güzel. Biz hər gün görüşürük. Bir gündə ola bilər ki, nəsə onun işi, mənim işim olur. Görüşməyəndə elə bir axşam zənglə zadından harda olmusan bu gün. Bu qərib ölkədə ki, siz bir-birinizlə belə mehribansınız. Allah mehriban eləsin. İbrahim həmişə də deyirəm ki, şeytandan uzaq olaq. Bizim mehribansılığımız ola bilər ki, göz dəysin. Allah eləməsin. Allah eləməsin. Siz gözdən uzaq olaq. Çox gözəl. Bizim indi elə vaxtımızdır ki, düzdür, hər şeyimiz var, şükür Allah'a. Dost vaxtımız deyil. Dost itirən vaxtımızda deyil. Bizim dost itirən vaxtımız deyil. Nə də indən belə biz dost axtaraq tapaq, belə bir vaxtımız yoxdur. Nə var, onun qədrini bilmək lazım. Bütün dostlarıma, mənim çox dostlarım var. Bakıda da dostlarım var, Azər dostum var, Elçin dostum var, Kamil, hamısı, bütün dostlarım. Çox yerdə çox dostlarım var. İnstitut yoldaşlarım var, hamısı. Hələ əskəri yoldaşdan səni axtaracaq birazdan, dayan. Bütün dostlarımı salamlayıram buradan. Yəqin kimsə baxacaq, görəcək. İnşallah. Hamını qonaq çağırıram. Yekaterinburqa hamını qonaq çağırıram, bütün dostları. Buranın deyində bir daha buranın ünvanı, Vivatın ünvanı necə gedir? Vivat samolyotdan düşəndə kimdən soruşsunuz Vivat gətirəcək bura. Bütün taksilər hamı tanıyır. Aviasyonlu küçəsi 61, Vivat Botanika Center. Vəssalam. Aviasyonlu 61? Bəli. Bir daha təkrar edin. Aviasyonlu küçəsi 61. Ancaq Azərbaycan yeməkləri, ürəyiniz nə istəsə burada var. Var, hər şeyimiz var, şükür Allaha, hər şey var. Son ürək siz olmasın. Tez-tez gəlin inşallah, yayda da gəlin. Sən buradan kesin taksiyə edəcək. Bura Uralın paytaxtıdır da, bu Yekaterinburq şəhəri. Hara keçsiniz, hansı böyük şəhərlərə keçsiniz, buradan gəlib keçərsiniz. Azərbaycanlıyam, Gürcüstan ölkəsində doğulmuşam. Gürcüstanın arasındasınız? Laqodexi rayonu var. Bir dənə, hamısı bizi izləyir ha. Salam göndərin ora. Salam göndərirəm, kimlər bizi izləyir. Birinci növbədə anama, qardaşlarıma, Qabal kəndinə. Anamın adı nədir? Dilqəm. Dilqəm xanıma buradan atəşli salamdır. Bütün Gürcüstan baxır bizə. Allah hamısının canını sağ eləsin. Əhriz qardaşlar, mən... Zakatalanın gözəl bölgələrindən birindəndir o. Bəli, onunla biz burada tanış olmuşuq. 20-25 ilə yaxın olardı, elə deyilmi? Maşallah. Əhriz mənim üçün qardaşıyla biz qohumuq. Ona görə ki, mən bunun oğlunun kirvəsiyəm. Bəhruz müəllimin ən gözəl, ən yaxın, ən sıx dostları burada. İstərdim növbəti dostu özünü təqdim eləsin. Cəfərov Qafar, Lənkəran rayonu Girdəni kəndi. Bir dənə qəşəng salamlar buradan Lənkərana Girdəniyə. Girdəniyə salam göndərirəm, xalqına salam göndərirəm. Bir dənə öz dilini, talış dilində denək ki, salam göndərirəm. Həmmə salamlıdan, Girdəni cəmiyyəti həmmə salamlıdan. Maçqaram abuni. Gələndən, elə bura düşən gündən Bəhruz müəllimlə birinci dostluq eləməyə başladı, yoxsa birinci İbrahimlə? Yox, birinci mənim dostum, qardaşım İbrahim müəllimdir. Onunla dostluğu başlamışam. Bir yerdə ailə dostuyuq biz. Sonra da Bəhruzla burada tanışılmışıq İbrahim. İbrahim müəllim vasitəsilə Bəhruzla tanış oldunuz. Bəhruzla tanış olandan da bugünə qədər qardaş kimi? Bəli, dost qardaş kimi, bəli. Axşamınız xeyir olsun. Mən bütün Respublika əhalimizə, bizim dostlarımıza, tanışlarımıza bu veriliş vasitəsilə salam göndərmək istəyirəm. Hamını salamlayıram. Ona ki qaldı biz Bəhruzla, biz ailəli dostluq. Burada yaşayırıq. Abbasov Tərlan Cumaoğlu. Zakataladan biz yerliyik. Nəinki Zakatalanın harasındansınız? Zakatalanın özündən deyək ki, Anar Həmidov küçəsində anadan olmuşam. 1965-ci ildə, 1994-cü ildə Rusiyanın Yekaterinburq əyalətində yaşayırıq. Orada kim var salam göndərəsiniz? Orada qardaşlarım var, bacım var, qardaşım Qurban, qardaşım Əhməd, bacım Təranə. Hamınıza salam yollayıram. Yüreğimdə istədiyimi dur, məhəbbətin gözlərimi dur, dualarım sevgimizi dur, gözlərim gəl yanıma yarıya, soluna boylanmam yarıya, gündən yollarda yarıya. Haralarda olursa olaq, elə içində mən olmaq şərti ilə həmişə söyləyirik və söyləyirəm. Yəni mənim yazdığım sözlərdir. Vətən sənin adına əzəmətlidir. Torpağının hər qarışı çox qiymətlidir. Canımdakı, qanımdakı sənin ətrindir. Hünərini eşidəndə söyləyirəm, can, nə gözəlsən, nə şirinsən, Azərbaycan.
növbəti verilişimiz hansı şəhərdən, kimlərdən olacaq, onu anonslardan və ekranlardan izləyin. Biz sağ olaşırıq sizlərlə, sağ olun. Vətənini sevər, nə işini, nə də dostlarını. Neçə övladınız var? 3. 2 oğlan, 1 qız. Böyük oğlumun 21 yaşı, ortancılın 15, qızımın isə 9 yaşı var. Ay maşallah. Adın nədir? Diana. Neçə yaşın var? 9. Anadan olanın Azərbaycanda neçə dəfə olmusan? 1 dəfə. Bəs heç atana demirsənmi, məni Bakıya apar? Yox, çox istəyərdim ora getməyə, amma dərsdən qala bilmərəm. Nənəvin adı nədir? Möminət nənə. Buradan qucaq dolu salamlarımı göndərirəm ona. Mən səni çox istəyirəm və sənin üçün darıxıram və bu yay sənin yanına gəlmək istəyirəm. Mən də buradan öz qaynanama salamlarımı çatdırıram və demək istəyirəm ki, tezliklə sənin yanına gələcəyik. Bəhruzun bacılarına, Solmaza, Şahpəriyə, Şəfəqə və Atənə salamlarımı göndərirəm. Bəli, hörmətli televiziya tamaşaçıları, Yekaterinburg şəhərinə gələnlər, ilk dəfə bu şəhərdən bir veriliş çəkirik. Aeroportdan düşənlər, havaalanından düşənlər həmən bizi Bəhruz müəllim qarşıladı, dostu Aydınla bərabər. Gəldik, şəhəri gəzdirdi, dostları ilə gəzdik, ora getdik, bura gəldik. Qaynanası dildəyik hal-hazırda, birazdan gedəcək Bəhruz müəllimin evinə. Sonra Bəhruz müəllimin işini çəkəcək, nə ilə məşğuldur, neçə ildir. Bəhruz müəllim, çox gözəl ailəniz var, çox gözəl qaynananız var, çox gözəl qaynatanız var. Çox fəxr elədik, həqiqətən deyirəm. Bütün telekanal, bu dəqiqə hazır bizi izləyənlər adından da deyirəm. Siz də çox istəyərdim ki, özün danışasınız qaynananızın haqqında. Azərbaycana niyə onlar azoz gətirirsiniz? Az-az gətirirsiniz deyəndə ki, keçmişdə hamı işdən əlaqədar gedə bilmirdilər. Bizim uşaqlar məktəbdə oxuyur ki, işlə əlaqədar yenə bir yerdə gedə bilmir. Gedəndə də mən özüm tək gedirdim. Qız uşağı da papası ilə təkcə yola çıxmağa istəmir, çətindir. Amma oğul uşaqları həmişə 2 dəfə, 3 dəfə aparmışıq. Böyük oğlumuzu orada sünnət oyunları orada keçirmişik. Maşallah, Zaqatalada. Hə, Zaqatalada. İkinci oğlanı orada, Əliyabad kəndi. Bir dənə buradan da salamlar göndərək. Ay Əliyabadlılar. Əliyabadlılara salamlar olsun. Yekaterinburgdan. Qavum arcos, Əliyabad eləyir. Sadat Xorot, qaqim arcosqı. Neşenki rasılar. Hər dildə danışır Azərbaycandan başqa, gürcü dildə. Danışıram. Azərbaycanca da danışıram inşallah, rus dilində də. Hər dillər, türk dillərini əsas çox bilirəm. Özbək dilləri də hamısı ilə türk qrupasıdır. Ona görə dilləri çox bilirəm mən. Uşaqlıqdan gürcü dili denəndəsə. İndi keçək qaynatam gil tərəfdən. Qaynatam gil tərəfində nə deyə bilərəm? Demək olar ki, bizim dildə belə deyil. Çox əla insanlardır. Həqiqətən bizim Azərbaycanlı ən qəşəng ailələrindən seçsək, onlardan hepsi böyüklər. Yəni Azərbaycanın imini, təmiz millətinə seçəsi olsa, onlardan fərq qoymuram. Bu insanlar həqiqətən çox yaxşı insanlardır. Mənə qarşıda həmişə bir oğul kimi oldular. Bizə qarşıda. Keçənləri yenə, mən özümüz getmədik, bizim balalarını, öz uşaqlarını tərgib, bizim 3 dənə nəvəsini götürüb getdilər Zaqatalaya, Balakənə o tərəfinə gəldilər, Zaqataladı, Əliyabaddı, bir də Bakı. Çox da xoşlarına gəldi. Sağ olsunlar, əla insanlardır. Siz də onlardan razısınız? Əlbəttə razıyam. Razı olmasaydı hər halda burada oturub çörək yeməzdik, nə bilim, indi bunların həyatını adını bir dəfə dedi, qaynanamız. Valentina Vasilyevnadır, qaynanam. Çox istəyirsiniz, deyən ki, çox istəyir. Fərqi nədir? Anamız, burada anamız ilə başlayırdı. Qaynatam Cəmil Abdusamedoviç. O da bizim Dağıstanlı Ləzgi balasıdır. Bizim başlı demək olar ki, Azərbaycanlı balasıdır. Nəysə, bir yerik. Yəni bizim elə bir Azərbaycan balası, çox millətli bir ailədən. Allah köməyiniz olsun, çox razıdır. İndi də iz dururuq gedək, efir vasitəsi, gözümüz bizdə olsun, bizdən ayrılmayın, elə maraqlı olacaq. Gedirik indi bizim dostumuz gilə. Bəli, hörmətli televiziya tamaşaçıları, Yekaterinburgda olan çəkilişimiz Qürbətdən gələn səslər verilişin izləyiciləri. Yekaterinburgdayıq, indi isə Bəhruz müəllimin iş yerinə gəldik və bu mağazin Bəhruz müəllimin iş yeridir. Bəhruz müəllim, buyururam ki, bu mağazadan sizdə 2 dənə, 3 dənədir. Bu hansıdır? Evimizə yaxın olan. Evimizə yaxın olandır, hə, əlbəttə. Belə mağazinlərdən 3 dənəsidir şəhərdə. Elə 15-17-ci ildir
ki işləyirik belə nətər deyirlər, Targoviyada. Aydın müəllim, tez-tez olursunuz. Əlbəttə ki, dostumun dükanıdır. Bir neçə dəfə olmuşuq. Çox gözəldir. Azərbaycanlılar çox gəlir bura. Yəni Bəhruz müəllimi tanıyanlar, bizi tanıyanlar gəlirlər, başqa dükanlara getmirlər. Hətta böyük marketlərə belə getmirlər. Çünki burada hər şey təzədir. Burada da Nissə dükanı. Burada Yekaterinburg yanından keçən, Permə gedən, Sverdlovskaya gedən, ümumiyyətlə hər bir maşın necə gəlsin dükanını tapsın, bilir ki, Azərbaycan mağazası. Buranın adresi Yekaterinburg, Çkalovski rayonun Sanatorna küçəsi 19. Bəli, hörmətli televiziya tamaşaçıları, qürbətdən gələn səslər verilişin izləyiciləri. Gördüyünüz kimi Yekaterinburg şəhərində bizim proqramımız davam edir. Qar yağır, elə gözəl qar yağır, bəyaz qar yağır. Biz gəldik Bəhruz müəllimgilə. Bəhruz müəllim, xoş gəlmisiniz. Evinizi budur da maşallah. Neçənci mərtəbədə olursunuz? 6-cı mərtəbə, elə otaqlarımız da elə bu tərəfə var. Bir dənə o göstərsin. Bax, binanın ucu yox, bucağı yox məsələ. Ay salam aleyküm. Ay ev yiyəsi. Boy. Krasavisa buradadır. Adı neydi? Diana. Diana. Ne geçey. Balaca itimiz de varmış. Oy bunun prическasına bak. Hay Allah nece geçeydi bu. Kukuladı bu. Bak buna bak. Salam aleyküm. Ətençün burnumun ucu göynəyir, ürəyim daş olub geri bölük. Дядь yoldaşı Анжела, здравствуйте. Здравствуйте еще. Чем занимаемся здесь? Приготовлением еды. Что это, пирожки? Да. По-азербайджански? Ой, осторожно, я сейчас запачкаю. Нет, по-русски. Это по-русски пирожки? Да. Чем отличается русский от азербайджанский? Не знаю, я по-азербайджански вот русские пирожки жарю с луком, с яйцом. Bakın, piraşki eləyir, bunun içində soğan, bir də ki yumurta. Çox gözəl. Rus piraşkisidir. Valla piraşkinin nə Rusu, nə Azərbaycanlısı. Əsas odur ki, xanım gözəl xanımdır. Azərbaycan mətbəxidir, Rus mətbəxidir. Hamısını birləşdirib və ləzgi mətbəxidir. Mən tez-tez bu evin qonağı oluram, çünki Bəhruz dostumdur. Анжела очень вкусно готовит. На самом деле, вот, есть только один способ это проверить. Sonra biz yiyəcək və görəcək həqiqətən dadlıdır. İnşallah. Biz də gedək qonaq otağına oturaq, yiyək. Elnur, bu piraşkıda yiyibsən? İndi dadına baxacağıq da gəldik. Yekaterinburgda, bəli. Can, getdik. Mətbəxə baxdıq, xanım orada piraşka hazırlayır. İndi gidiyor bu otaqlarla tanış olaq. Böyük koridorumuz var. Maşallah, bura nə otağıdır? Buranı tanış eləyin, açın. Uşaq otağımızın otağı. Yalnız qərib duyar gəlib. Aydın müəllim, siz burada neyinirsiniz? Da belə necə... Başqa şəhərlərlə danışırsınız? Yox, evimlə yazışmaq, zəngləşmək istəyirəm Azərbaycanla. Buradan evinizə bir dənə də salam. Salamlayıram, ailəmin bütün üzvlərini salamlayıram. Nigar xanım başda olmaqla və nəvəm Nigar həyatda. Can. Bizim verilişimizin ən yaxından köməyi olan, dəstəyi olan Aydın müəllimə nümayəndəsi, Dünya TV-nin, bizim qürbətdən gələn səslər verilişinin Rusiyadakı nümayəndəsi Aydın Ukalayev. Mən həmişə Ukalayevski deyirəm. Sizin deyəsə yaxın dostunuz, tez-tez burada olur. Əlbəttə, həm birinci növbədə mənim dostumdur, yaxın yerimdir, yerimizdir. Zakatala, Balakən ilə bir qonşularıq bir-birimizdən. Və onunla çox illərlə biz dostluq edirik. Əlaqəmiz də tez-tez əlaqə yaradırıq, telefonla tanışırıq, zəngləşirik. İnşallah bizim... Qurban olum Allaha, çox sevinirəm ki, bir-birinizdən yaxşısınız. Zakatala'dan olan dostumuz Bəhruz müəllimin evindəyik, gəldik. Diana yenə buradadır. Diana, denə salam Dünya TV. Salam Cüvəy TV. Və Bəhruz müəllimin böyük oğlu buradadır. Emildir də adındır. Çox Emil, maşallah, çox gözəl. Mənim oğlumun da adıdır. Emildir. Emin damın nəvəmin adı Emildir. Çox gözəl. Salam Emil. Azərbaycanca bilirsən? Tam, xeyir. Ümumiyyətcə, burada andan olmusan, tez-tez mi gedirsən Bakıya? Bəli. Axırıncı dəfə keçən il getmişəm. Ümumiyyətcə, sizdə orada Zaqatalada hansı dillə danışırlar? Bizdə Zaqatalada müxtəlif dillərdə danışırlar. Azərbaycan, Rus, arada İngiliscə də olur.
Mən çox istəyərdim ki, sən bizdə Azərbaycan dilində danışa biləsən. Çünki sənin atan Azərbaycanlıdır. Ümumiyyətcə yayda, ümumiyyətcə Zaqatalaya getdik. Efirdə, pressada qürbət kimi səslənir, amma bu qürbət adlandırdığımız məkan, diyar, yer bunların da artıq bizim həmyerlərimiz üçün bir yaşayış yerinə çevrilib, ikinci bir vətənə çevrilib. Niyə? Ona görə ki, bunlar burada təhsil alıblar, ərsəyə çatıblar, ailə qurublar, bizneslə məşğuldurlar, karyera qazanıblar. Və mən, bəli, düz deyirsiniz, təsdiq edirəm ki, gözəl Azərbaycanımın xalq artistlərinin, əməkdar artistlərinin konsertlərini təşkil edərkən keçmiş hisslərinin bütün respublikalarında, bir çox iri şəhərlərində oluram və görürəm ki, ay aman, bizim nə qədər gözəl evladlarımız, gözəl Azərbaycan balaları hətta kosmos uçuşuna belə nəzarət edəcək dərəcədə yüksəliblər. Və hər bir keçmiş respublikanın, yəni keçmiş hissərin respublikalarında elmi cəhətdən kibernetikaya qədər, kibernetika elminə qədər professor, doktorluq dərəcəsi alan bizim evladlarımız var. Həm bu yaşadıkları ölkənin Rusiya Federasiyasının ictimai siyasi həyatında, hətta prezident aparatına qədər belə işləyən bizim həmyerlərimiz var. Təbii ki, bizneslə də məşğul olan həmyerlərimiz var. Bir daha qürbətdən gələn səslər verilişinə sizə görə mən təşəkkür eləmək istəyirəm və həqiqətən də siz bura gəlməzdən də öncə YouTube-a, internet vasitəsilə baxarkən də öz aramızda söhbət də belə keçirdi. Bəli, elə bil ki, qürbətdən gələn səslər verilişini məhz Cəmilə xanım aparmalıdır. Çünki söz tapıntısı, söz balansının, söz bankının dərinliyi bunu bir daha sübut edir. Təşəkkür edirəm. Bəhruz qardaşımla da mən artıq bir 10 ilə yaxındır ki, biz ondan tanışıq. Həm də həm yerlisiniz. Bəli, mən... Siz də Zaqataladansınız? Yox, mən Balakənliyəm. Balakən arasından bir dənə salam göndərək. Balakən rayon, özüm Qazma kəndində anadan olmuşam, amma Fikrət Əmirov kişəsində yaşayıram. Bütün Balakənliləri salamlayıram. Ailə üzvlərimi salamlayıram. Hər kəsi, məni efir vasitəsilə görən hər kəsə demək istəyirəm ki, dünyada yaşayan bütün Azərbaycanlılar və dünyada yaşayan bütün Balakənlər mənim canım, ciyərimdir. Mən Bəhruz qardaşa qayıtmaq istəyirəm. Bəhruzu tanıdığım gündən onunla da xoş bir təsadüf nəticəsində toy şənliyində rastlaşmışıq və onu gözəl ailə bacısı kimi, gözəl dost kimi, qeyrət çəkinməyi bacaran bir kişi xarakterli bir oğlan kimi tanımışam. Və onun sayəsində də İbrahim qardaşımızla Bivat restoranının sahibi ilə də tanış olmuşam. Ona da təşəkkür eləmək istəyirəm. Qaldı ki, evlatlarımızın Azərbaycanda gəlib xidmət etməsi, işləməsi, ailə qurması bu hamı üçün gərəklidir. Yəni millətin, nasiyanın genişlənməsi, çoxalması, Azərbaycan adlı bir gözəl dövlətin bir daha təkrar etmək kimi səslənməsin. Dünyada 50 milyon Azərbaycanlı yaşayır. İranda, Turanda, Amerikada, Almaniyada, Rusiyada, dünyanın hər yerində. Amma Azərbaycan adlı bir dövlət ki var, biz orada yaşayırıq. Hamının nəzarı ora dikilibdir. Yəni, biraz elə bir ki, çox danışmaq kimi səslənməsin. Yəni, demək istədiyim odur ki, artıq axırıncı bu bir neçə 10 illərdə Azərbaycanın dünyaya səs salması, dünyada özünü göstərməsi, həm siyasi cəhətdən, həm iqtisadi cəhətdən, o cümlədən artıq Eurovision mahnı müsabiqələri keçirilən vaxtda məndə belə bir informasiya var idi ki, bir gündə internetdə 7 milyon zapros olub ki, Azərbaycan, Bakı hardadır, necədir, məhz niyə orada keçirildi? Bu nə deməkdir? Bu demək ki, dünyanın siması, gözləri Azərbaycana yönəldi, Azərbaycana dikildi və biz də öz sözümüzü söylədik. Sonra Avropa oyunları, bir çox oyunlar dünyada olur, ancaq ilk Avropa oyunlarının Bakıda, məhz bizim vətənimizdə keçirilməsi bu ağla sığmaz dərəcədə belə bir şahanə bir işdir. O ki qaldı, qürbətdə yaşayan bütün Azərbaycanlarımız burada nə qədər onların ömrü gözəl keçsə də, hər gün toyda, bayramda olsalar da, ara bir çətinlikləri olsa da onların ürəyindən heç vaxt vətən silinmir. Həmişə də bu sözləri fikirlərində səsləndirirlər. Hansı sözləri? Dilim yorulmadı vətən deməkdən, əridi şam kimi bədənim mənim. Uçan qaranquşdan, əsən küləkdən soruşdum, necədir vətənim mənim? Belə sözlər hər kəsin, yəni Əli Tudənin sözləri də hər kəsin qəlbində səslənir. Can Azərbaycan, mən özüm bax, siz burada yaşayırsınız, mən özüm çəkilişə gələndə 3 gün Azərbaycandan çıxıram, 4-cü gün başlayıram darıxmağa. Gün xoş keçir, maşallah, yemək, içmək, şəhər, gözəl, amma
Vətən üçün adam darıxır. Can Azərbaycan. Bəli, hörmətli televiziya tamaşaçıları, Yekaterinburqdan olan çəkilişlər bu Vivatda yaman çox maraqlı keçir. Bəhruz müəllim, sizin gecəniz, sizə aid olan veriliş çox maraqlı oldu. Həqiqətən deyirəm. Sen beni öğrettin özbe Hostelerini gördün ama Sonra her dəfə deyəndə Ümidim yok sabaha Saçlarımı sil telefonla Ne olar yazma daha Ne mənası var Her gün güz var Ayrı yaşayırım Onsuz da burada yaşayır Ben barışmışam her şeyle Sen de var Özümüzün hayatımızı Məhvilədik Biz onsuz da hayatımızı Sevgilədik Ne mənası var Her gün güz var Ayrı yaşayırım Onsuz da burada yaşayır Ben barışmışam her şeyle Sen de var Özümüzün hayatımızı Məhvilədik Ne mənası var Her gün güz var Ayrı yaşayırım Onsuz da burada yaşayır Ben barışmışam her şeyle Sen de var Özümüzün hayatımızı Məhvilədik Biz onsuz da hayatımızı Bəli, hörmətli televiziya tamaşaçıları, qürbətdən gələn səslər verilişin izləyiciləri. Yekaterinburqda olan veriliş, mən desəm ki, bütün verilişlərdən o qədər maraqlı. 2016-cı ilin ən maraqlı verilişi burada. Ekrana yaxın əyləşin. Bayaqda dediyimiz, bu oturduğumuz, yediyimiz bu Vivat restoranının müdiriyyəti haqqında danışdığımız bizim Bəhruz müəllimin ən yaxın dostu İbrahim müəllim. İbrahim müəllim, özünüz haqqında bir daha tamaşaçılara tanışlıq verin. İbrahim kim? Qasımlı İbrahim Xəlil Cəliloğlu. İbrahim Xəlil. Bəli. Azərbaycanlıyam. Ucar rayonunda doğulmuşam, Bərgüşat kəndində. Ateşin salamlar. Ucar rayonu Bərgüşat kəndi. Yaxın oturun. Bütün Bərgüşat kəndinə, Ucar rayonuna, bütün Azərbaycana salam deyirəm. Amin, Allah canı sağ eləsin, bütün dostlara, qohumlara. Mamanın adını deyil, salam deyil. Mamam, anam Əsnaya. Salam deyirəm mama. İndi də bu dəqiqə ilə Balinsadadır. Allah şəfa verir. Allah hamının bütün analara salamat eləsin. Amin. Özüm bir 10 ildir bu şəhərdəyəm. Bir hardasa 7-8 il var. Dostluq eləyirik, qardaşlıq eləyirik. Gözəl ailəsi var, gözəl balaları var. Özü çox gözəl insandır. Dost qardaşdır. Rusların sözü var, dastoyna oğlandır. Allah kömək olsun. Bir-birinizə tez-tez gəlib gəlirsiniz, ancaq xeyir işlər olanda burada görürsünüz yoxsa? Bilirsiniz, axır zamanlar bu, deyərəm bu 1-2 ildən bəri bizim görüşmədiyimiz gün, yarım gün yoxdur. Hər gün görüşürük. Nə gözəl, nə gözəl. Biz hər gün görüşürük, bir gündə ola bilər ki, nəsə onun işi, mənim işim olur, görüşməyəndə elə bir axşam zəhninə zadından harada olmuşsan bu gün. Bu qərib ölkədə ki, siz bir-birinizlə belə mehribansınız, Allah mehriban eləsin. Həmişə də deyirəm ki, şeytandan uzaq olaq, bizim mehribansılığımız ola bilər ki, göz dəysin. Allah eləməsin, Allah eləməsin. Pis gözdən uzaq olaq. Çox gözəl. Bizim indi elə vaxtımızdır ki, düzdür, hər şeyimiz var, şükür Allah'a. Dost axtaran vaxtımız deyil, dost itirən vaxtımız da deyil. Bizim dost itirən vaxtımız deyil, nə də indən belə biz dost axtaraq tapaq, belə bir vaxtımız yoxdur. Nə var, onun qədrini bilməyə lazım. Bütün dostlarıma, mənim çox dostlarım var, Bakıda da dostlarım var, Azər dostum var, Elçin dostum var, Kamil, hamısı, bütün dostlarım. Çox yerdə çox dostlarım var. İnstitut yoldaşlarım var, hamısı. Hələ əskəri yoldaşdan səni axtaracaq birazdan, dayan. Bütün dostlarımı salamlayıram buradan, yəqin kimsə baxacaq, görəcək. İnşallah. Hamını qonaq çağırıram. Yekaterinburqa hamını qonaq çağırıram, bütün dostları. Buranın ünvanı deyin də bir daha, buranın ünvanı, Vivatın ünvanı necə gedir? Vivat samolyotdan düşəndə kimdən soruşsunuz Vivat gətirəcək bura. Bütün taksilər tanıyır. Hamı tanıyır. Aviasyonlu küçəsi 61, Vivat Botanika Center. Vəssalam. Aviasyonlu 61? Bəli. Bir daha təkrar eləyin. Aviasyonlu küçəsi 61. Ancaq Azərbaycan yeməkləri, ürəyiniz nə istəsə burada var. Var, hər şeyimiz var, şükür Allaha, hər şey var. Son ürək siz olmasın. Tez-tez gəlin inşallah. Yayda da gəlin. Sən buradan keçin, taksiyə deyəcək. Bura Uralın paytaxtıdır da bu Yekaterinburq şəhəri. Hara keçsiniz, hansı böyük şəhərlərə keçsiniz, buradan gəlib keçərsiniz. Azərbaycanlıyam, Gürcüstan ölkəsində. Biz hal-hazırda gəlib Yekaterinburqa çatdıq. Ay, salam əleykum. Bakıdan gəldik, Azərbaycan. Salam əleykum.
bizim Azərbaycan bayrağımızı görəndə mən ürəyim açılır, çiçəklənir. Mən sənə Azərbaycan bayrağı gətirdim. Biz gəldik Bəhruz müəllimgilə. Mən tez-tez bu evin qonağı oluram çünki Bəhruz dostumdur. Salam Dünya TV. Salam söyləyirəm Əliyabadlılara, ümumi bütün Azərbaycanlılara. Bizim ürəyimiz yanır. 30 ildə əlbəttə özünüz bilirsiniz ki, oranı unutmaq olmur. Bəhruz qardaşımla da mən artıq bir 10 ilə yaxındır ki, biz ondan tanışıq. Şeytandan uzaq olaq, bizim mehribançılığımız ola bilər ki, göz dəysin. Azərbaycan adlı bir dövlət ki var, biz orada yaşayırıq. Hamının nəzəri ora dikilib. Hörmətli televiziya tamaşaçıları, qürbətdən gələn səslər verilişin izləyiciləri, biz hal-hazırda gəlib Yekaterinburqa çatdıq. Elə deyilmi? Elədir. Yekaterinburqda bizi gözləyənlər var, bizi qarşılamaya gələnlər var. Maşallah, maşallah. Ay, salam əleykum. Bakıdan gəldik, Azərbaycan. Salam əleykum. Təşəkkür edirəm. Bakıdan gəldik, qürbətdən gələn səslər verilişinin sorağı ilə gəlib buralara çatdıq. Çox istədim, özünüzü təqdim edin. Aydın Ukalayev, Balakan rayonu. Təbii ki, Elnur müəllim də bilir, mən təkcə qürbətdən gələn səslər verilişi ilə bağlı bu dəqiqə özümü hiss eləsəm də, amma uzun illərdir ki, ölkəmizdən kənarda MDB respublikalarının hamısının Azərbaycanın xalq artistlərinin, əməkdar artistlərinin konsertlərini təşkil edirəm və tez-tez də Niyaməddin Musayevin efirdən dediyi, bax, o Aydın Ukalayev Balakanlı mənəm. İndi burada bu şəhərdə çoxdan yaşayan bizim həm yerlimiz, gözəl bir insan, Bəhruz müəllim özü Zakataladan da əslən olsa da uzun illərdir, 25-30 il qədər burada yaşayır. Ay maşallah, demək istəyirəm ki, qürbətdən gələn səslər verilişinə əsl uyğun gələn elə Ukalayev, Aydın Ukalayev yoldaşdır. Niçin? Ona görə ki, qürbətdə yaşayır. Neçə illərdir bu şəhərdə yaşayır və Aydın Ukalayevin ən yaxın dostu Bəhruz müəllim bizi qarşılamağa gəldi. Bəhruz müəllim, qürbətdən gələn səslər verilişi əsl sizlərə aiddir. Siz qürbətdə yaşayırsınız. Neçə ildir buradasınız? 30 ilə yaxındır. Oy, maşallah. Sovet dövründən gələnəm bura. 90 neçənci ildə, eləmi? 87-ci il. 87-dən. Avqust ayı. Maşallah. Hansı bölgədənsiz? Biz Zakatala rayonundan. Azərbaycanın yanı. Azərbaycandan mı? Zakatala rayon Əliyabad kəndindən. Elə onda bir dənə buradan Zakatalaya atəşin bir salam söyləyin, sonra gedək söhbətimizi davam etdirək. Ümumiyyətlə bütün Azərbaycan xalqına salamlar söyləyirəm və öz kəndçilərimə. Çox-çox Zakatalanın Əliyabad kəndimdə yaşayanlar salam aleyküm. Yəni Soyuq Uraldan sizə çoxlu atəşli salamlar olsun. Təşəkkür edirəm. İndi gedəcəyik birazdan. Siz də bizim Balakənimizdənsiniz. Gözəl Balakən, can Balakən. Aydın müəllim, indi gedəcəyik. Hörmətli televiziya tamaşaçıları, gözünüz bizdə olsun. Biz hələ aeroportdayıq. Bütün söhbətləri ayaq üstə etmək istəmirik. Gedib əyləşib gözəl-gözəl söhbətlər edəcəyik. Gözünüz bizdə olsun. Bayra çıxmışıq. Mənfi 22-23 dərəcədir. Çox soyuqdur burada. Həmişə belə olur. Təbii ki, bunu məndən yaxşı Bəhruz qardaşımız bilir. Onlar öyrəncəli. Görürsünüzmü ki, nədir? Soyuq. Maşallah, Bəhruz müəllim, belə soyuğu öyrəşmisiniz yoxsa? Öyrəşmişik. Hələ bundan da burada yaşayır. Əlbəttə, mən istilərinə burada dözə bilmirəm. Biraz rus sözlərini işlədirəm, tak sonra görə siz bilmirəm. Can, bundan da yuxarı olur, mənfi 50 dərəcə 40 dərəcə. Vay, çox soyuqdur. Amma nə olsun ki, soyuqdur, bizim söhbətimiz çox sıcaq olacaq, isti olacaq. Gözünüz bizdə olsun. Gözlərim ocağında, qulağın sorağında, gözlərim ocağında, axır göz yaşlarında, mənim qərib ölkədə, axır göz yaşlarında, mənim qərib ölkədə, darıxmışam mən yaman. Bəli, hörmətli televiziya tamaşaçıları, Burqdan, gözəl şəhərdən çəkilişlərimiz davam edir. Bəli, Bəhruz müəllim burada bizi aeroportdan, yəni havaalanından bizi qarşıladı. Aydın müəllimlə bərabər İbrahim müəllimin restoranına gətirdi. Allah köməyin olsun. Təşəkkür edir. İstərdik aeroportda, yəni hava limanında biz ayaqüstü söhbət elədik. Özünüz haqqında danışasınız. Neçə ildir buradasınız? Necə oldu gəldiniz? Burada mı oxudunuz? Adınız? Adım Bəhruzdur, Vlacov. Zakatala rayonunun Əliyabad kəndindənəm. Salam göndərək bir dənə Əliyabadlılara. Salam söyləyirəm Əliyabadlılara, ümumi bütün Azərbaycanlılara, Azərbaycan xalqına.
fərq olmadan ləzgidir, İngilodur, Gürcüdür, nədir? Və bütün millətimizə, Azərbaycanda yaşayan millətlərimizə. Bəziləri götürüb deyirlər ki, bu ləzgidir, ona salam göndərmə. O birisi nədir? Belə şey yoxdur bizim aramızda. Yəni bizim ürəyimizdirlər hamımız. Azərbaycan torpağına yaşayan millətlərin hamısını çoxlu salamlar. Mən bura deməli hələ Sovet hökuməti olan vaxtından əsgərlikdən gələndən sonra yəni deməli 1987-ci ildə çıxıb bu Yekaterinburg şəhərinə, o vaxtda Sverdlovski adlanırdı, Sverdlovskiyə gəlmişəm. Mən də bura milisiyaya qəbul olmaq şərti ilə gəlmişdim. Gəldim, gördüm ki, mənim qovumum burada işləyirdi. Yəni mənə dedi ki, milisiya sənlik deyil. Yəni elə olundu ki, həqiqətən şükür Allah ki, şükür Allah ki, o yola getmədim, alınmadı. İndi uşaqlıqdan həqiqətən bu alverlə çox xoşum gəlirdi. O kənddə bizim bir Gürcü bir alverçimiz vardı, invalid, veteran, 45-ci ilin veteranı idi. Bizim kəndə gələrdi həmişə, mən ona kömək eləyərdim həmişə, sumkalar daşıyırdım, böyründə dururdum, axırda da 1 manat verirdi, hələ uşaq idim. Yəni çox uzatmıram, yəni 87-ci ildə bura gələm, hələ də burada yaşayıram, ailəmi də burada qurmuşam. Nə bilim, indi 3 dənə qəşəng balamız var. Toyların eləyək. Yəni biz həmişə, bizim ürəyimiz yanır. 30 ildə əlbəttə özünüz bilirsiniz ki, oranı unutmaq olmur. Azərbaycan adicə oranın bu suveren o bizim Azərbaycan bayrağımızı görəndə mən ürəyim açılır, çiçəklənir. Fərəhlənirəm o bayrağı görəndə. Fəruz müəllim, deyirsiniz ki, Azərbaycanın bayrağını görəndə ürəkləriniz fərəhlənir. Burada Azərbaycan bayrağınız var, evdə, ofisdə, işdə? Həqiqətən yoxumdur, amma mənim brilokun üstündə bələcə bir Azərbaycan bayrağı olan bir... Can, bax, Elnur, bir dənə mənə bayrağı ver. Bəh, mən sənə Azərbaycan bayrağı gətirdim. Sağ olun, sağ olun. Canım mənim, bir alqışlar. Sən gələn toya düyün etsən, gülüşlərə Azərbaycan. Harda yaşasaq da Azərbaycanlıyıq. Bizim bir vətənimiz var. Neçə milyon orada da ola bilər, neçə min burada da ola bilər. Dünyanın o başında da yaşaya bilər, amma hamının bir vətəni var, o da Azərbaycan. Çox şadam. Tez-tez gedib gəlirsiniz Zaqatalıya. Toydan toya mı deyim, hər ildə, 2 ildən bir toylarımız olur. Yəni evdə, o Zaqatalada, Azərbaycan torpağında toylarımız olur. Oraya gedib çatdırıram özümü. Bəhruz müəllim, bu Azərbaycana gedib gəlirkən siz 30 ildir deyəsiniz də buradasınız. Bu 30 ildə ola bilməz ki, Azərbaycanın bu qədər inkişafını görməyəsiniz. 30 il bundan əvvəlki hara, 20 il bundan əvvəlki hara, hətta 10 il bundan əvvəlki hara, indi hara. Mən özüm uşaqlıqda 8 nömrəli internat məktəbində oxumuşam. Muzikalni məktəbdə. Yəni o vaxtdan, uşaqlıqdan o sentr, Bakının sentri, bulvarı 5 barmaq ki, belə yadımdadır bütün küçələr zat. Yəni əlbəttə axırıncı vaxtlar, axırıncı 10 ildə, 15 ildə dəhşət dəyişildi. Daha bu Rus torpağında görürsən ki, diktorlar Azərbaycanı tərifləyir. Deyirlər ki, burada televizyonda deyirlər ki, cəmaət Avropaya qaçır, nə bilim Amerikaya qaçır. Bakıya getsinlərdi, premo belə reklamlara gedir. Həqiqətən elədir. Gözlərim ocağında, yulardım sorağında, gözlərim ocağında, axır göz yaşlarında mənim... Proqramımız davam edir. İbrahim müəllimin qohumu burada. İstərdim özünü təqdim eləsin bu cavan, gənc oğlan Yekaterinburgda. Salam, adım Elnardır. 4 ildir elə bir ki, buradayım. İbrahim əmin yanına gəlmişəm. Sizi görməyə burada çox şad oldum. Ucarın Pirkənd kəndindən salamlar. Ucarın Pirkənd kəndində hal-hazırda kim baxır sənə? Bütün Azərbaycana salamlar. Və Yekaterinburg şəhərinə bizim bu işlərin başında duran, bizə yaxından kömək edən, bizim də çiyin-çiyinə Azərbaycandan bura gələn bizim gözəl musiqiçimiz Elnur burada. Elnur bəy, ilk dəfədir buradasınız, siz də istədim öz sözünüzü. Mən ilk dəfədir şəxsən buradayam. Xeyr, biz 2-3 dəfə səhv eləmirəmsə burada olmuşuq. Niyaməddin Musayevlə. Burada Niyaməddin müəllimə bir salamlar. Dövlətimizin xalq artisti, gözəl insan. Şöhrət ordenli. Şöhrət ordenli bizim sevimlimiz, bizim əzizimiz Niyaməddin Musayevlə burada ilk dəfə böyük bir tədbirdə olmuşuq. Yəni bu konserti təşkil eləmişdi Aydın Ukalayev, diasporun sədri Şıxlinski müəllim başda iştirak eləməklə. Bunlar hamısı bu konsertin təşkilatçısı olublar. Gözəl bir konsert keçirib. Bugünkü gündə sevindirici aldınız. Siz bu gözəl proqramımızla yenə də
Ukalayev Aydın başda olmaqla yenə də bu çəkilişi gəlmisiniz, keçirirsiniz. Çox sağ olun, böyük əziyyət çəkirsiniz, gəlirsiniz buradakı Azərbaycanlılara, həmvətənləri göstərirsiniz xalqımıza, bir daha bunların gördükləri işlər cəmaatımızı yaxından tanış edirsiniz. Böyük iş görürsünüz. Sizin bu işinizi mən də dəstəkləyirəm. Çox sağ olun. Siz də xalqımız üçün öz sahənizdə böyük bir işlər görürsünüz. Çox sağ olun. Teşekkür edirik. Biz də sizə dərin təşəkkürümüzü bildiririk ki, Elnur bəy, elə bu qapıları da bizə açmaqda sən kömək eləmisən. Elə Ukalayev müəllimlə bir yerdə. Ona görə dərin təşəkkürümüzü bildiririk. Televiziya adından, öz proqramımızın adından. Təşəkkür edirəm. Gözünüz bizdə olsun. Gecəmiz hələ davam edir. Burada nə qədər qəşəng var. Baba yeməklərə bax. Bəli, çox dadlı yeməyə oxşuyur. Çox da dadlıdır. Bir ikisini yedik də gözünüz bizdə olsun. Gəlin də soruşaq görə bunu burada, Yekaterinburqda kim bişirib? Yaxın gəlsin bizim povrumuz. Bizim aşpaz. Səfərov Etibar, Oğuz rayonu Kərimli kəndi. Bəli, Azərbaycanlıyam, çoxdan gəlmişəm. Oğuza salamlar. Oğuza salamlar, bütün Azərbaycan xalqına salamlar. Hər bir xidmətdə olan Azərbaycanı qoruyan bütün balalara. Amin. Onların içində mənim balam olmaq şərti ilə bu dəqiqə əsgəri ehtiramdır. Səfərov ehtiram. Bəli. Hansı rayon? Murovdandır, Oğuz rayonu Kərimli kəndindən. Murovdakılara, bütün saldatlara, bütün balalara, bütün vətəni qoruyanlara buradan salamlarımı göndərirəm. Hörmətli televiziya tamaşaçıları, qürbətdən gələn səslər verilişinin izləyiciləri, biz Yekaterinburq şəhərindəyik. Bəli, Yekaterinburq şəhərini bizi dostumuz Bəhruz müəllim gəzdirdi, şəhərin gözəl yerlərini gəzdik, dostları ilə oturduk, çay içdik, yemək yedik. Gəldik, indi Bəhruz müəllimin qaynatası gilə. Bəli, sonra həyat yoldaşına müsahibə alacağıq. Gözünüz bizdə olsun, özünü təqdim eləsin. Здравствуйте, мы из Баку приехали, Azərbaycanski televiziya Dünya. Salam, biz Dünya TV-dən gəlmişik. Bizim işimiz qürbətdə yaşayan həmvətənlərimizi çəkib göstərməkdir. Bugün də sizdə qonağıq. Nə deyə bilərəm, xoş gəlmisiniz, həmişə siz gələsiniz. Adım Can Mirzədir, mən Bəhruzun qaynatasıyam. Çoxdan burada yaşayırsınız, 52 ildir. Bakıda çox olmuşam komandirovkada. Necədir? Bakı xoşunuza gəlirmi? Əlbəttə, o vaxtda Bakı gözəl idi, elə indi də. Keçən ildə orada olmuşuq. Çox dəyişib yaxşılığa doğru. Bəs niyə hər zaman gedirdiniz, indi isə yox? Birincisi ona görə ki, universitetdə oxuyurdum və Bakıdan keçib gedirdim. Ümumiyyətcə, özünüz haralsınız? Mən özüm Dərbəndənəm. Bax, buradan sizi hər kəs izləyir. Bütün Dərbənd əhli, qohumlarınız, qonşularınız, dostlarınız, bəlkə elə salamlarınızı göndərəsiniz. Hə, nə deyirəm ki? Salam mənim torpağım, yerlilərim, hamınızı salamlayıram. Arzu edirəm ki, hamı mehriban və azad yaşasın. Sizə Bəhruzun böyük oğlundan, yəni nəvəmdən danışmaq istəyirəm. Ailəmiz və nəslimiz onunla fəxr edirik. O çox yaxşı oxuyur və gələcəkdə həkim olacaq. Bir sözlə fəxrimizdir. Can qardaş, lezgi dilində bir dənə ora bir geçen denən ki, qürbətdən gələn səslərə baxın. Bütün lezgilərə buradan salamlar, öpürəm həmimizə, həmişə bu передачeye baxın. Всегда смотрите на вот эту передачу, которую азербайджанцы живут за границей, которые лезгины живут за границей. На лезгинском. Да. Лезгияр. Кликас. Телевизорда. А вот передача Лезгияр. Müslümanlar işimiz var. Vatandaşlar karahta. Can lezgiler, can Azerbaycanlılar. Valla, bütün Azerbaycan. Biz hal-hazırda Can Mirzəgildəyik, bizim Bəhruzun qaynatası danışdı. Lezgi dilində də danışdı, Rus dilində də danışdı. Can, öpürəm bütün hamınızı və həyat yoldaşı. Siz də özünüzü təqdim edin. Hər vaxtınız xeyir. Mənim adım Valentina Vasilyadır. Lap yaxşı. Siz Bəhruzun qaynanasısınız, deyilmi? Bəli. Siz burada doğulmuşsunuz. Bəli. Çoxdan evlisiniz? Bəs nə? Lap çoxdan. Deyim də sizə, düz 47 ildir. Tezliklə qızıl toyunuz olacaq. İstəyərdim Bəhruz haqqında danışasınız. Necə insandır, kürəkəndir. Ümumiyyətcə, bu evlilik necə baş verdi? Biz şəxsən çox fəxr edirik ki, həm yerlimiz haqqında hamı müsbət fikirdədir.
Hər kəs onu çox sevir və biz də onunla fəxr edirik. Mən də onun haqqında pis heç nə deyə bilmərəm. Qızımla çoxdan tanışdılar. Qızım rəfiqəsi ilə parkda gəzirdi. Bəhruz da parkın yaxınlığında qalırdı. O da dostu ilə birgə gəzintiyə çıxmışdı. Elə orada da görüb bir-birlərini bəyənmişdilər. Anjela ümumiyyətcə heç kimi bəyənmirdi. Nə bilim vallah, qismət. Bəhruzun özü necə kürəkəndir, çox yaxşı, ailəcanlı insandır. Ailəsi ilə hər zaman maraqlanır. 3 övladı var, çox ağıllı və tərbiyəli uşaqlardır. Uşaqlarının tərbiyəsi və yaxşı oxumaqları hamısı Bəhruzdan asılıdır. Öz qayğısını heç vaxt uşaqlarından əsirgəmir. Bax, mənim həyat yoldaşım tək böyük nəvəmizlə danışdı. Mən isə onların hər üçünü çox istəyirəm. Hər üçü mənə doğmadılar. Onları biri-birindən ayırmıram. Üçü də yaxşı oxuyur. Nəvəm Timur bu yaxınlarda olimpiyadada 1-ci yer tutdu. Özü də rus dilindən. Məktəbdə hər kəs çox təəccüblənmişdi. Azərbaycanlı rus dili üzrə 1-ci yer tutmuşdu. Bakıda da olmuşuq, əsas da Zaqatalada. Çünki orada qudamız yaşayır. Elə burdanca Bəhruzun anasına, Mümnət xanıma çoxlu salam deyirik. Siz Bəhruzdan narahat olmayın. Onun qayğısına necə lazımdır biz qalırıq. Əsas siz öz sağlamlığınızın qeydinə qalın. Qəlbimdə vətənin həsrət fəryadı, yalnız qərib duyar qərib imdadı. Qəlbimdə vətənin həsrət fəryadı, yalnız Bəli, hörmətli televiziya tamaşaçıları, Yekaterinburg şəhərindəyik. Bəhruzun qaynatası çox gözəl danışdı. Bizim Rəzgi qardaşımız, sonra bizim Rus xanımımız, buralı Sverdlovskdan olan gözəl xanımımız, qaynanası danışdı Azərbaycan haqqında. Öz böyük yüksək fikirlərini danışdı. İndi isə Bəhruz müəllimin həyat yoldaşı. Naşov Bəhruzda. Siz də özünüzü təqdim edin. Bəhruzun həyat yoldaşısınız. Neçə il evlisiniz? Salam, adım Anjeladır. Artıq 22 ildir ki, evliyik. Anjela xanım, Azərbaycan dilində nəsə bilirsiniz? Xeyr. Çörək, su, bəli, bu cür sadə sözləri bilirəm. Lap yaxşı. Azərbaycana tez-tez mi gedirsiniz? Yox, elə də tez-tez deyil, istədiyim kimi. İldə heç olmasa 1-2 dəfə gedirsinizmi? Yox, daha az deyərdim. Yalandan danışmayın. Bir deyin görək, Bakımız xoşunuza gəldimi? Bax, əvvəl necə idi, indi necədir? İstəyərdim bu haqda danışasınız. Təbii ki, çox dəyişilib, daha müasir olub əvvəlkinə baxanda. Bax, Eurovision keçiriləndə necə izləyərdinizmi? Əlbəttə ki, bax, həmən o illərdə bütün Avropa Bakıya gəlmişdi. O zaman fəxr etdinizmi ki, həyat yoldaşınız məhz Azərbaycanlıdır? Bəli. Bəhruzdan necə, razısınızmı? Əlbəttə ki, razıyam. Çox ailəcanlı insandır. Hamı onu sevir. Həm işdə, həm ailədə, həm də dostları arasında. Ailə müqəddəsdir. Onun qədrini bilməyən heç vaxt nəvəyində, nənənlə, hansı dillə danışırsan? Rus dilində. Çünki rus dilində hər kəs bilir. Bəs sən istəməzdinmi ki, Azərbaycan dilində də biləsən? Əlbəttə ki, istəyərdim. Özün haqqında məlumat verərdin də, neçə yaşın var, harda oxuyursan. Özüm Yekaterinburgda universitetdə oxuyuram. Artıq 4-cü kurs tələbəsiyəm. Bəs nəçə olacaqsan? Həkim olmaq istəyirəm. Çünki buna çox böyük ehtiyac olduğunu hiss edirəm. Düzdür, bizdə Azərbaycanda da həkimlərə çox böyük ehtiyac var. Və mən də istəyərdim ki, gələcəkdə sən də öz işini Azərbaycanda davam elətdirəsən. Bakıda çox gözəl qızlarımız var. Bəlkə elə gələsən Bakıya, orada da evlənəsən. Ümumiyyətcə, nəinki Bakının qızları. Bakı özü gözəl şəhərdir. Bəlkə elə doğrudan da gəlib Azərbaycanda evlənəsən və sənin toyunu biz dünya devi olaraq çəkib işıqlandırardıq. Düşünürsənmi belə etməyi? Nə bilim, həyatdır, hər şey ola bilər. Yəqin ki, xəbərim var. Ötən il Bakımızda Avropa oyunları, daha öncələrdə isə Eurovision keçirilmişdi. Ümumiyyətcə, bu oyunlar keçirilən ərəfədə sən də Bakıya gəlmişdin. Xeyr, çox istəyərdim orada olmaq, amma imtahanlarım var idi. Ona görə heç cürə gələ bilmədim. Bilirsən ki, bütün Avropa Eurovision ərəfəsində Azərbaycana gəlmişdi. Bəs bundan sonra dostlarının sənə münasibəti necə oldu? Necə ola bilər ki? Ancaq yaxşı. Я горжусь, что я азербайджанец. Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam. Fəxr edirəm ki, Azərbaycanlıyam. ki, Azərbaycanlıyam.
Bəli, biz çox şadıq ki, Bəhruz müəllim belə gözəl ağıllı oğlu var. Fəxr edirik ki, Azərbaycan oğlumuzdur, Azərbaycanın gələcəyidir və inanıram ki, gəlib Bakıda Azərbaycanda işləyəcək. Emir, artıq bir ildir ki, qürbətdən gələn səslər verilişi bütün dünyaya yayımlanır. Bizim əsas işimiz qürbətdə yaşayan həmvətənlərimizi çəkib dünyaya göstərməkdir. Ümumiyyətlə, sən bizim verilişlərə baxırdınmı? Bəli, baxırdım. Hətta internetdə belə baxmışdım. Buradan bütün Zaqatalaya, Əliyabad kəndinə salamlarımı göndərirəm. Nənəmə, bibilərimə və məni sevən hər kəsə qucaq dolu salamlarımı göndərirəm. Siz özünüz bax nə deyə bilərdiniz? Bax indi gəlmişik, həyat yoldaşınızın bişirdiyi bax bu piraşkilər çox dadlıdır. Çox ləzzət elədi. Siz özünüz ailəniz haqqında, bax sizin evinizdir. Uşaqlarınız haqqında, oğlunuz haqqında nə deyə bilərsiniz? Necə oldu bu sənəti seçdi? Buyurun, götürün. Necə oldu bu sənəti seçdi? Birinci növbədə əlbəttə sağ olun ki, belə bir Azərbaycanda belə televiziya var. Yəni belə bir veriliş var. DTV kanalında. Siz də xoş gəlmisiniz. Mən şadam ki, mənim dostum sizi, yəni siz dostumla birlikdə siz gəlib mənim ailəmdə belə bir veriliş çəkib. Borcunuzu Allah canınızı sağ eləsin hər halda. Əlbəttə, hərinin öz yolu var. Sizin borcunuz da o da bizim borcumuz. Nəysə, İfsiramda sağ olun da. Bizim ailəmizdə özünüz gördüyünüz kimi qəşəng gül kimi balalarımız var. Allah hamıya belə gül kimi qəşəng, başa düşən, ağıllı balalar qismət eləsin. Olmayanlara birinci növbədə daha can sağlığı və həmişə deyirəm, qız balacamız var, sizin də nəvəniz qız uşağıdır. Mən birinci növbədə, həmişə deyirəm, qızı xoşbəxtlik arzulayıram. Həmişə deyirəm ki, qız, yəni, nətər deyim, aysa onu, oğlanla onlar fərqlənir, yaxşı tərəfdən deyim, qız onu üstün olur həmişə. Allah canları sağlayır, xoşbəxt eləsin. Birinci növbədə qızları və ümumi hamı xoşbəxt olsun tək inşallah. Və balaca oğlu gəldi. Görək indi hardan gəldi. Azərbaycan televiziyasından gəldik. İstərdik özünüz təqdim edəsiniz. Как зовут тебя? Timur. Timur, по-азərbaycanски знаешь? Yox. Azərbaycanca bilirsən? Yox. Niyə bilmirsən? Не говорю. Timur, neçə yaşın var? 15. Neçənci sinifdə oxuyursan? 9-cu sinifdə. Bir də görək, necə oxuyursan? Yaxşı oxuyuram. Bəs gələcəkdə nəçə olmaq istəyirsən? Stomatolog. Ay maşallah, bu evdə deyəsən hamı həkim olmaq istəyir. Böyük həkim, этот стоматолог, маленькая девочка спрашивает, deyir, diş həkimi olacağım. Hamısı zubnoy həkim olacaqlar, diş həkimi. Maşallah deyirəm, deyəsən Zaqatalanın diş həkimləri ilə, həkimlərlə təchiz eləmək fikriniz Azərbaycanı. Elə deyilmi? Uğurlar arzulayıram. Bir səndə görək. Bakıya tez-tez mi gedirsən? Yoxsa ildə bir dəfə? Demək olar ki, ildə bir dəfə. Yəqin ki, o da yayda gedirsən. Bəli, yayda gedirəm. O zaman nənənə, bibilərinə öz salamlarını çatdır. Buradan öz nənəmə, eləcə də bibilərimə, Almaz bibimə, Şəfəq bibimə, Şahbəri bibimə daima salamlarımı göndərirəm. Və demək istəyirəm ki, məni gözləyin, yayda mütləq gələcəm yanınıza. Sən atan haqqında nə deyə bilərsən? Bilirsən ki, o hər kəsin fəxridir, eləcə də bizim. Ona işlərində, mağazanı işlətməyində kömək edirsənmi? Əlbəttə edirəm. Əgər atam bunu məndən istəyirsə, mən mütləq ona kömək edirəm. Fəxri deyəm, Azərbaycan deyən. Xanım xatın. Bax, xanım xatındır da, əməlli başlı xanım xatın. Burla xatun, Anjela xatun. Ya bu хотела Anjela xanım, bu поговорите. Anjela xanım, mən istəyərdim ki, siz bir daha öz ailəniz haqqında danışasınız. Övladlarınızdan necə, razısınızmı? Əlbəttə ki, mən ailəmi çox sevirəm və onlarla fəxr edirəm. Hər üç övladım mənim üçün əzizdir və hər zaman çalışıram ki, onların qayğısına qalım. Və buradan yenidən öz salamlarımı bütün Azərbaycana çatdırıram. Bizim verilişin belə bir qayda qanunu var ki, sizə xəritə də gətirdik və Azərbaycanın xəritəsidir bu. İstərdim burada Bakını, bir də Zaqatalanı göstərəsiniz.
Zakatala buradadır. Kəndin adı? Əliyabad kəndimizdir böyründə elə. Əliyabad da var. Var Əliyabad. Əliyabadın 15.000 əhalisi var başda. Bax göstərin Bakını. Bakını, buyursun Bakı. Zəngilan. Yaxın görmürəm, buralardadır, bax primerli. Azərbaycanın belə bir ruçka gətirdim, qələm. Bax belə eləyirsən, Azərbaycanın bayrağıdır da yanır. Mən istəyirəm ki, bütün işlərinizi, 2016-cı ilin bütün işlərinizi, pribüllərinizi, daxodlarınızı bu qələmlə yazın. Payınız çox olsun, yenə deyirəm. Hörmətli olun. Yenə deyirəm, sizin kimi tək Azərbaycanlılar Azərbaycan torpağında çoxlu olaydılar ki, bütün xaricdə yaşayan Azərbaycanlıları bir-bir deyə də bilərəm ki, onları göstərə bilərdilər. Bizim ana atalarımız da, yaxın qardaşlarımız da orada sevinəydilər ki, evet, sağ olun, sağ olun. Benim garip ülkede, darıkmışam ben yaman, garip ülkede, darıkmışam ben yaman, garip ülkede. Bəli, hörmətli televiziya tamaşaçıları, bizim bu verilişin ərsəyə gəlməsində 2016-cı ilin yanvar ayından artıq bizim nümayəndəmiz Rusiyada çoxdan burada yaşayır, çoxdan burada konsertlər təşkil edir. Artıq bizimlə işləməyə başladı 2016-cı ildən, bu ildən Azərbaycanın Dünya Televiziyasının Qürbətdən Gələn Səslər verilişinin nümayəndəsi gözəl dostumuz Ukalayev. Ukalayev familiyası çox məşhur familiyadır. Ukalayev Aydın. Buyurun özünüz haqqında danışın bir daha və dostumuz haqqında danışın. Çox sağ ol, axşamınız xeyir olsun. Sözümə başlamazdan əvvəl sizin timsalınızda Cəmilə xanım, DTV kanalının bütün şəxsiyyətinə, rəhbərliyinə təşəkkür eləmək istəyirəm ki, bu şəxsən mənim anlamımda elə belə sadəcə bir televiziya verilişi deyil, bu dünyada yaşayan 50 milyonluq Azərbaycan ordusunu birləşdirən, bir-birinə səcd elətdirməyi bacaran, adət-ənənəmizi, folklorumuzu qoruyub saxlamağı bacaran, bayrağımız, gerbimiz, himnimizə qədər belə dünyada öz aralarında yaşatmağı bacaran xalqa aid bir verilişdir. Təbii ki, Qürbətdən Gələn Səslər sadəcə olaraq televizora, efirə baxanlar üçün bəlkə bu belə səslənmədir, qürbətdən gələn səslər. Amma nə qədər ki biz qürbətdə olan oğlanlar haqqında danışırıqsa, düzdür, bu